Çox mühüm məqamlar var. Əslində, Seymurun ölümü ilə bağlı dünən saatlarla, bu gündə, dünəndə çox mühüm gələn zənglər araşdırıldı və doğrudan da təbii ki, biz ananı başa düşürük. Təbii ki, onu anlayıram, qınaqları anlayıram, üstünə getməyimə baxmayın. Getməsəydim də o sözləri ondan ala bilməzdim. Bu da reallıqdır. Amma bunlar qəbul olunmalıdır. Lakin, amma elə hallar eşitdim, deyərdim ki, elə Seymurdan bir dastan yazılmalıymış. Seymurdan, Dürdanə xanım, bir dastan yazılmalıymış ki, yəni bu dərəcədə bilmirdim sözün düzü. Siz də danışmırsınız, siz də demirsiniz. Kəşki bunları elə əvvəldən deyərdiniz. Kəşki heç özünə danışmamışam. Sadəcə bu gün açıqlayacağım onları ki, nə bilim, biz misallar çəkirik də, Leyli Məcnunları misal çəkirik, Fərhad Şirinləri misal çəkirik. Elə sən deməyə, qarşımızda elə bir oxşar qəhrəmanın anası bacısı əyləşib. Yəni, doğrudan da bu tarix yazılası bir şeydir. Bu gün hamınız şoka düşəcəksiniz bununla bağlı. Qaçaq Nəbilini dediyim kimi misal çəkirik. Yer gəlsə, bu gün yer gəlmişkən Qaçaq Nəbinin anım gündür, səhv eləmirəmsə, təxminən götürülür. Amma onun həcəri, həcəri isə baxmayaraq Qaçaq Nəbi dünyasını dəyişəndə o ərə gedir. Bilməyənlər üçün deyək, bəli, bir çobana ərə gedir. Amma burada bir başqa bir dastan var. Burada deyərdim ki, sevgi baxımından daha üstün dastan var. Gedişatda biləcəksiniz. Dünən biz rəyi burada oxurduq. O rəydə də müəyyən anlaşılmazlıq var. Bugün Ruslan Vəliyev buradadır, yeri gəlmişlər. Tağım əlində buradadır. Zahir doktorumuz, Pənah, Peyman. Mən olsa Pənah deyirəm, belə də qəbul edirik biz. Amma Zülfiyə xanım da o cümlədən. Hamımız danışacaq, bu gün rahatlıq tapacaqsınız. Həm də bu gün həqiqətlər açılacaq. Banu Günelimizlə bağlı bilirsiniz, səhər saatlarında, dün axşamdan daha doğrusu xoş olmayan xəbərlər yayımlandı. Xoş olmayan xəbərlər. Bir neçə dəqiqə ərzində sizə məlumatlarım olacaq. Güney Həsanzadənin ölüm xəbəri səhər, təxminən elə bir yarım saatdır möhkəm tirajlanır. Hətta ən çox oxunan xəbərlər sırasındadır. Hələ bir cavab demirəm, amma birazdan bir süjet hazırlanır. Təqdim olunacaq Güney Həsanzadə, dostum, əzizim. Yəni, biz də hər adama bacı demirik. Çox yaxşı insandır. Biz də hər adama bacı demirik. Yəni, orasında deyək. Və o mənim üçün bu Space televiziyasında uzun müddət bir çalışmışıq və deyərdim ki, mənim otağımdan da başqa heç bir otağa keçməzdir. Günel mərd, cəsarətli xanımlardan biridir, düzgün dostlardan biridir. Xəyanəti sevməz. Birazdan süjetə bir daha anonsunu təqdim edin, zəhmət olmasa. Bir neçə dəqiqəyə bu barədə məlumat verəcəm, amma Seymurun bugün dediyim kimi o dastanını da danışacaq. Hadisə yerindən əməkdaşımızın görüntüləri var. Rövşən Almazoğlu'nu da salamlayıram. Təşəkkür edirəm Rövşən sənə də. Ümumiyyətlə Space televiziyasının bölgə müxbirləri. Mən alqışlamaq istəyirəm onları. Həqiqətən də eminlərimiz olsun, Quba bürosu olsun, Bərdə bürosu, Qarabağ bürosu olsun, Rövşən özü Cənub bölgəsindəndir, İlkin qardaşımız, İlham və s. hər birinə təşəkkür edirəm. Göyçay müxbirimiz də var. Hər birinə təşəkkür edirəm ki, onlar operativdirlər. Bugün Seymurun hadisə ilə bağlı hadisə yerində həmin ana aid görüntüləri də var. Bəli, düz eşitirsiniz, həmin ana aid görüntüləri var. Lakin mən istəyirəm, qısa xatırladım tamaşaçılar üçün. Seymur burada gəlib bacısı Dürdanə xanım o may ayında qətlə yetirilib 12 bıçaq zərbəsi ilə. 12 bıçaq zərbəsi ilə təqdim edin şəklini zəhmət olmasa. Seymur bir qız övladı var idi Seymurun. Rusiyada evlənib, Allah rəhmət eləsin mərhuma. Lakin çox faktlar efirdən sonra bəlli oldu. Nə çıxmışdı ortaya? Mən neçə gündür Dürdanə xanımla nəyin davasını edirəm canlı yayımda? Deyir, yox, xəbərim yoxdur və s. Sonra danışırdı. Burada bir məsələ çıxdı ortaya, hörmətli ekspertlər, hörmətli tamaşaçılar ki, bəs Seymur
Qız istəyirdi, bunun üstündə olub mübahisə. Əslində nə baş verir? Əslində baş verən odur ki, Seymur 12 yaşında, 13 yaşında, 12 yaşında olanda, qızın 12 yaşı olanda bir qızı istəyir. Özü də məktəbli olur. Bu sevgi dastan olur bütün kəndə, obaya. Hamı bilir ki, Seymur, mən belə açıq hər şeyi deyəcəm, gələn məlumatlar əsasında deyirəm və həqiqətdə tapdı, fakt da öz təsdiqini tapdı. Şəmsiyə adlı, bu qadın onu dilinə gətirmirdi adı, çəkinirdi. Şəmsiyə adlı bir qızı dəlicəsinə sevir. Dəlicəsinə. Bütün kəndi, oba bu sevgidən danışır. Vallahi adamın tükləri biz olur danışanda, amma bu dəqiqə o haldayam. Bütün kənd deyir ki, arkadaş, Seymur və Şəmsiyə, bu bir dastandır. Şəmsiyə necə bir qızdır? Şəmsiyə mərd. Şəmsiyə, üzr istəyirəm hətta Şəmsiyədən ki, mən Şəmsiyə haqqında daxilimdə, efirdə bir rüza verməmişəm. Biraz qərəzli idim. Əşi, Şəmsiyə nə Şəmsiyə? Mərd, cəsarətli, sevgisinə sahib çıxan. Nə baş verir? Şəmsiyəni 12 yaşında olanda bir-birlərini bunlar istəyirlər. Kənd oba, bax, bu Seymurun sevgisindən danışır. Elə olur, Seymur əsgər gedir. Əsgər gedir və Şəmsiyə ilə görüşür və mən sənə söz verirəm, səni sona kimi gözləyəcəm, Seymur. Sağ get, salamat qayıt deyir. Həsini də alırlar və deməli, hərdə mübahisəli olur. 12 yaşında. Yox, 18-də gəlir. Əsgər 12 yaşında getmirdilər də hər halda. Bəli, eyni yaşdadılar və hər necə olur Zülfiyə xanım. Qızın atası qarşı çıxır bu sevgiyə. Olmaz deyir. Amma Seymur nə edir? Mənim olmasa öz canıma qəsd edərəm. Bu real söhbət Tağım müəllim. Təsəvvür edin, kənddə hamı yığılır. Seymur böyük bir addım atacaq və bu sevgiyə görə atası axırda məcbur olur. Deyir, yaxşı gəl, həsini alaq. Get gəl əskərlikdən, sonra biz toy eləyərik. Qırğınla, qiyamətlə hə alınır. Verilmir qız Seymura. Amma qırğınla, Şəmsiyə də dirənir ha. Mənə ata verməsən ona, yəni bil də, mən bu addım ataram. Təbii ki, o dövrdə bir 20 ilin söhbətidir, 25 ilin söhbətidir. Elə olur, atası razı olur və qız Şəmsiyə hə, bəli, hə cavabı verilir Seymura. Seymur əskər gedir. Gələndə də məktublaşırlar, az qalıb, gələn kimi toymuz və s. belə bir xəyallar qurulur. Yazışmalar gedir. Öz evində Seymurun bir hətta çörək yediyi, bir qabdan çörək yediyi Cabir çıxır ortaya. Dostlar baxın, Allah kəssin belə dostları. 10 gün qalmış əsgərlikdən gəlməyinə Seymurun Cabir qızı qaçırdır. Həmin bu şəmsiyəni. Həmin bu şəmsiyəni, vallahi deyirəm, adamın tükləri biz olur. Həmin bu şəmsiyəni qaçırır. Və şəmsiyəni aparır başqa bir kəndə. Şəmsiyəni 10 gün orada saxlayır. 10 gün orada saxlayır, 10 gündən sonra toy eləyirlər. Şəmsiyə, o kənddə bəziləri qıraq kənddən danışırlar, reallığı deyirəm sizə. 10 gündən sonra görür Cabiri. Toy günü, üzr istəyirəm. Və toy günü nə söhbət olub? Düz indi mən çalışardım Şəmsiyənin özü ilə də danışım, amma məlumatlar var da. Toy günü ona da deyir ki, mən sənin olmayacam onsuz da. Mən sənin olmayacam. Elə olur ki, bu toy baş tutur, evlənirlər. Əskərlikdən gələn Seymur Cabirlə görüşür və bir bıçaqlanma hadisəsi olur. Cabiri 10 gün xəstəxanada saxlayırlar. 10 gündən sonra çıxanda, əslində ona bilirsiniz, indi ağır xəsarət olmur. Sonra narkotik vasitə adlar o dövrdə qoyulur onun üstünə. İndi çəkib-çəkməyib bu ayrı məsələ. Və 14 il həbs olunur. Amma bəli, yox, rəhmətli Seymur. Seymur, Cabirin elə bu haqqı hesablarına ayda deyərsiniz, bəs nə? Görün, hələ bu hələ son deyil. Can. Həbs olunan Seymur və həbsdən 4 il tez çıxır. Və 4 il tez çıxanda bu müddət ərzində Şəmsiyə boşanır. Boşanır Şəmsiyə elə özünə deyir onu. Mən sənə demişdim, axı sənin olmayacam mən. Boşanır, elə olur, Seymur da rəhmətli Rusiya-Ukrayna müharibəsində iştirak edir.
müharibədən sağ-salamat gəlir müddətdən sonra və bunlar artıq xəbər göndərirlər. Orada, indi mən açacağım o sənədi, dünən sənəd təqdim elədik. O sənəddə çox şeylər yanlış yazılıb. Çox şeylər yanlış yazılıb. Bir nəfər desəydi, hə, 8 nəfərin sözü ilə mən bunu deyirəm. Və razılaşırlar ki, qədər bizi ayırdı, qədər bizi daşdan daşa saldı. Xəbər göndərirlər, görüş olmur ha. Orada yazışdığı kimi, üzr istəyirəm, sevişmək və s. belə yazmışlar, sevgi münasibətləri. Deyir ki, gəl, bir araya gələk. Razılaşırlar və bu razılaşmadan sonra bir qəddar plan hazırlanır. Çox qəddar plan. Hadisə yerini elə bu fonda da mən istəyirəm, baxaq, Atəş göstər elə bu fonda, hadisə yerinə imkan varsa, baxın, hadisə yerini mən danışa təbii, danışa göstərsin Atəş bəy, Atəş qardaşımız. Şıxlar kəndində Seymur, bax bu ərazidə, bax hadisə günü çəkilib bu, eksklüziv görüntülər. Deməli, Seymur kafedə oturur, çayını içir, çörəyini yiyir. Bəli, oraya gələcəm. Nurlanın, məsələn, Nurlanın yenidən qoşacaq Rauf birazdan. Elnur'u daha doğrusu. Arxası, baba, stolda rahat əyləşib, gəl həmin bu Cabir nəsli, belə deyək, bir nümayəndə arxadan vurulub 12 bıçaq zərbəsi. Arxadan 12 bıçaq zərbəsi. Yəni bu əgər orada yazdığın kimi, ay Cabir, indi Rusiyadaymışsan, səni axtarım mən. Əgər bu həqiqətən də o ərzədə yazıldığı namus, qeyrət məsələsi əvvəla 12 bıçaq zərbəsi ilə arxadan vurulmaz. Bir tanış var, oğluna deyib ki, sən müharibəyə gedirsən. Sənin arxadan aldığın güllə zərbəsi olsa, sənin meydini qapıya buraxmayacaq. Belə kişilər olub, belə kişilər olub. Bax, məhz bu yerdə 12 bıçaq. Bəli, bu gün artıq Durdana xanımın tərəfini deyəm, nə barədə? Seymur planlı şəkildə bir ay ərzində həmin oğlan qoşulacaq, dünən qoşuldu. Qoşulmayacaqsa müəyyən səslər var, təqdim edəcəm. Bir ay ərzində planlı formada olub. Üstəgəl anlaqsız məsələsinə ekspertlərimiz rahatlaşdırıcı rəy verəcək sənə. Amma istəyirəm bu dastan ki var, həqiqətən elə şeylər var gedişatda mən danışacağım. Bu Şəmsiyə Seymur dastanı. Doğrudan da bu kitablara düşəsi bir şeydir. Hələ mənim danışdığım 5%'dir. Hələ o həbsxanada olan müddətdə özü də ki, inciməsin, mən ad çəkmirəm. Şəmsiyənin mənə şəklini göndərdilər. Çox gözəl xanım. Mərd, işləyir, 2 balasını saxlayır və deyir ki, həmin bir nəfər zəng eləyən, deyir ki, bəlkə də o qapıya 15-dən, ondan deyək, 15-dən çox elçi gedib Şəmsiyə üçün. Şəmsiyə nə deyib? Heç birini istəməyib. Şəmsiyə özü deyərsən imkanlı ailənin qızı olub. Ondan da imkanlı ailələr gedib Şəmsiyənin qapısını döyüb. Şəmsiyə deyib, istəmirəm. Uşaqların atası da Cabir olub. Hə, 2 qızının boşanıblar Cabir. İndi bu dastanla bağlı bir ekspertlərin rəyini işitmək istəyirəm sadəcə. Valla ilk təəssürat lap əvvəl Durdana xanım danışanda bizim ağlımıza bir fərqli fikirlər gəldi. Gələcəm hələ o arayışı görəcəksiniz. Bəzən qınıyırdıq bu Seymuru rəhmətli. Deyirdi ki, düzgün eləməyibdi. İndi hər nədirsə artıq onun arvadıdır. Niyə boşanmış adamı, dostun arvadını alırsan? Amma siz danışandan sonra istənilən özünə insan adamın qanı damarda durur. Yəni, belə şeylər siz demiş, belə sevgilər az olur. Çox az olur. Və həqiqətən də dediyiniz kimidirsə, burada sözün bitdiyi an Bir deyirlər. təsdiqləyirsənmi Durdana xala bu dediklərimi? Bəli. Buyurun Zülfiyə xanım. Danışmadı o qadın. Abrından, həyasından, ismətindən, kənd cəmaatının qınağından danışmadı. Ona görə mən 2 gündə o qadından dalaşıram efirdə. Ki, de görüm nə olub da, demədi də. Sonra kimi də demədi. Mən də Tağı müəllimin sözünə qüvvət olaraq deyirəm ki, həqiqətən son zamanlar ümumiyyətlə sevgini o qədər cılızlaşdırıblar, sevgini o qədər layiq olmayan münasibətlərdə sevgi adını önə gətiriblər. Belə hadisəni eşidəndə mən də duyğulandım, mən də kövrəldim ki, deməli sevgi hələ var, sevgi hələ yaşayır.
Amma çox təəssüf eləyirəm, bir şeyə təəssüf eləyirəm ki, bu artıq törə, necə deyim, adət, ənənəsi bizdə də davam eləyir. Deməli, o özü olmuyor, onun nəslindən kimsə gəlib Seymura arxadan 12 Özü bıçaq dost vurur. deyir, özü deyir, bir qabdan çörək yiyən oğlan olub bunlar. Onun evinin eşinin adamı olub, hətta Seymur ondan görüşəndə deyib ki, iradını necə lazımını bildirib, yaxşı eləmişəm. Həmişə adamı elə öz yaxın adamı, həssas yerini bilir və o həssas yerindən vurur. Allah kömək olsun, nə deyək, indi araşdırmalar davam edir. Əslində, Cabirin öz dostunun, belə deyim də, həyatında olan insanı, yəni qəlbində olan insanı qaçırtması ilə ən böyük cinayət hadisəsidir, məcazi mənada. Mənəvi baxımdan. Bəli. Yəni ki, bu günləri sənin bildiyin halda ki, dostunla illərdir bu insan sevgilidir, hər cavabı alınıb, yəni bu ailələr artıq bilirlər. Milli mənəvi dəyərlərimiz var da bugünkü günü. Yəni o dövrdə lap çox idi da. Lap çox idi, əlbət ki, o vaxtda heç belə hallar da yox idi. Bugün sosial şəbəkələr belə inkişaf eləməmişdi. Sevgi dəyərləri var idi, ailə dəyərləri var idi, bağlılıq var idi. Hətta biz bildiyimiz qədərilə, Amir müəllim, siz də bilək, göbəkəsi deyirdilər o vaxtda da. Belə hallar da var idi. Yəni bunu bildiyin halda, Cabir, ay naxələf, sən bu hərəkəti eləyirsən, hələ onun üstündən, sən bugünkü gün oradan sifariş göndərirsən ki, gedin, o mənim həyat yoldaşımı, 2 uşağımın anasına yenidən qovuşmaq istəyir, sevgisini yenidən bərpa istəyir. Burada mən belə başa düşürəm ki, ən böyük elə cinayətkarın özü, sevgi cinayətkarı elə Cabir özüdür, sevgi cinayətkarı. Yəni buna qarşı. Doktor, buyurun. Siz danışanda gözüm qabağında kino kimi keçdi hamısı və bilmirəm, təklif kimidir. Bəli, ölünü qaytarmaq mümkün deyil, Allah rəhmət eləsin. Amma xatirlərdə yadda saxlamaq üçün ssenaristlərə hazır ssenaridir. 6-7 serialı, qəşəng serialı çıxa bilər və həyatdan götürülən bir şeylərdir. Yəni ki, bu olan hadisəni məncə elə eləmək olmaz ki, yaddan çıxsın. Əbədləşdirmək lazımdır. Doktor, onun Cabirlə birgə olduğu o həyat hekayəsində çox şeylər var. Yəqin ki, orada yoxdur. Onları da əlavə eləsin, lap böyük bir serial çıxar. Allah, qardaşımız var, bizim rejissorumuz. O çox möhtəşəm bir real hekayə əsasına bunu canlı. Hələ bu nədir? Deyəcəklərim var. Sizdən də fikir öyrənim. İndi cinayətin digər təfərrüatlarına keçəcəm. Mən bütün deyilən sözləri hamısına qoşuluram. Həqiqətən də bir dastandır, bir ədəbiyyat bir əsərdir. Hesab edirəm ki, burada həm o məkirli planlar, o mənfi addımlar, pis insanlar, onun fonunda saf sevgi məncə bu işıqlandırılmalıdır və hər kəsə nümunə olmalıdır belə bir sevgi. Bəli, çox mərd. Cinayət təfərrüatlarını keçmək istəyirəm. Dediyim kimi, çox gəldim bu xanımın üstünə, həddindən artıq çox. Bunu qəbul edirəm. Çünki bəzən danışmayanda ora zəng edirik. Burada bir telefon Arzumanda, bir telefon Raufda, bir telefon Rüfətdə. Ailəmi vururuq bir-birinə ki, axırı bu məlumatları çıxardaq. Və açıq deyim, Şəmsiyyənin adını demirdilər. Zəng eləyən də demirdi adını. Amma dedilər ki, yox, bilirsiniz falan. Mən sadəcə o 6-7 nəfərə də təşəkkür edirəm və bu qızın qəhrəmanlığı bizdə yaxşı mənada yazıldı. Kəş ki, qovuşardılar. Kəş, özdə ki, indi bu dəqiqədə 2 balası üçün dedilər, mübarizə aparır, saxlayıb. Birini desəhərə verib hətta. İkisinə, bax, namuslu qızdır ki, onun qızlarını alıblar. Bax, görürsünüz, dediniz ki, mənə birini demişlər. Görün onun namusu, onun qeyrəti necə üstün olub ki, o, bu məsələni. Amma dünən sənətdə, indi xanımda da var, bizdə də var artıq, təqdim olundu və orada belə bir cümlə yazılıb, hətta. Təbii ki, bu anlaşsız məsələsinə vəkillərimiz gələcək. Yaxşı xəbərlər də olacaq, sizə bugün demişdim. Belə cümlə yazılıb ki, öldürən şəxs, adı nə idi? Aslan öldürən.
Aslan, Nurit deyil onun adı. Dəyişib deyəsən adını sonra. Hə, bax onu da mənə dedilər. Görürsünüz, bax bunları danışmaq lazımdır. Bu adam adını dəyişib, öldürən. Mikrofona, mikrofon. Mən gedirəm məhkəməyə, məhkəmədə otururam, hamı ilə danışır, qoşa da bilərsiniz Lənkəranda ağır cinayətlərə. Səbirli olun, gələcək. Qayıdır mədə ki, səni də gərək öldürəydim qardaşın yanında. Qulaq as, o məhkəmədə dediyi sözləri dünən işitdim və təsdiqini tapır. Amma bu adını da dəyişib, indi vəkillərimiz bu barədə aydınlıq gətirəcək. Deməli, bu Nurit, Aslanzadə, laf belə deyək, indi 2 adı var da. Deyirlər ki, bu Salyan psixoloji dispanserdə yatıb və o da izahatında belə verib ki, o mənim güya ki, qardaşımın yoldaşı ilə münasibətləri olduğu üçün və əmimə xəsarət yetirdiyi üçün 15-20 il bundan öncə buna görə öldürmüşəm. Mən tam əminliklə deyirəm. Mən inanmırdım, amma indi görürsünüz söz qərarımdır. Bu qadının onların görüşməməyi ilə bağlı fikirlərini artıq qəbul edirəm. Çünki artıq bu məsələ çıxdı ortaya. Bu sevgi çıxıb. Sadəcə, bəli, qadın onu gözləyib, həbsxanadan gəlsin, amma qismət olmayıb yenə. Gəlirik bu plana. Onu evdən deyirsiniz, Nurlan adlı şəxs, Elnur adlı şəxs aparır. Elnur dünən dedi ki, mən gəlmişdim dostcasına, indi Elnuru qoşacam. Bəli, 1 ay iddialar var. Təsdiqini tapacaq, hansı düzdür deyin, bu iddiaları səsləndirim. 1 ay həmin bu Aslanzadə bunu güdüb. Kənddə belə söz-söhbət gəzir. İndi mənim anlayışım çox yoxdur. Bu ov tüfəngini balacalaşdırırlar, neyinirlər, belə bir hal. Abrez. Sakit. BBC-nin evindən baba ov söhbət. Kəsib, hazırlayıb və üstə gəl, o məkanda, hadisənin baş verdiyi məkanda adam əyləşir, gəlir, ora aparan kim olur? Göstərin o kafeni. O kafeyə aparırlar bunu. Orada gəlir bıçaqlanma hadisəsi baş verir. Bax, indi ona gəlir. Bir neçə nəfər, bir neçə şəxs qabaqcan əlbir olub bu hadisəni törədir. Qoşun zəhmət olmasa telefon zəngini. Buyurun, indi suallarınızı verin. Dediniz ki, 1 ay əvvəl də bu oğlan gəlib evə deyəsən. Necə olub bu hadisəni danış? Bu Elnur Hüseynov bizə, mənim qardaşımın da səfirliyə getmişdi, daxım sənət düzəltməyə. Bura vətəndaşı idi, Rusiyaya gedəcəkdi. Dedim, neynirsən Elnur? Dedi ki, heç işim var. Bu zəng gelib deyər də, mən qardaşıma, mən səni gəzdirəm. Yenə 10 gün sonra mən bir dənə Elnur o, deyə bilər, səsləndirə bilərəm o sözü, o Elnur nə aparırdı, har aparırdı onu? Elnur Seymur har aparırdı, 1-ci dəfə, hara öldürmə aparacaqlar onu. Deyinən, yaxşısı, Ülviyə xanım diqqətli olsun. Lənkərana Rövşənin qəbrinin üstünə. Bu ola bilər, yəni bu sizin iddianızdır. Maşınla gəliblər, biz bilməmişik. Birinci dəfə alınmayıb. Ona gələcək, bu problem neyini? Birinci dəfə alınmayıb, yenə 2-ci dəfə o qapıya gəldi. Mənim qardaşım eləncək, Allahda çay içməyə gedək. Xamrat Hüseynov demə tövlənin dalda maşınla gözlürmüş. Biz onu bilmirdik. Demə qurğu qruplar, Qabil Nuriyev də mayın 12-də mənim qardaşımla danışdı. Dedi ki, səni öldürə də bilərəm, öldürə də bilərəm. Kimə gedir ki, siz səhə getməsin. Onun isə günü deyirsən, onun sübutu nə var əlindən? Kim dedi? Yox, o səsə qulaq asmısan mı dəqiq? Mən özüm qardaşım telefonla danışırdı. Eşitdim. Onu mən səs saxsırdım, səs. Atmışam qardaşım. Və səndə yoxdur səs yazısı? Niyə? Məndə? Ha. Məndə telefonum qırılıb, yox. Hanı o qırılmış telefon? Qırılıb düzəltdir, Gətir, mən onu düzəltdirəm. Gətirin, düzəltdirsinlər bunu. Hər yerə baxıb düzəldən olmadı. Buranın Mikrofona deyil. telefon o daha, Qabil Nuriyevin telefonu o daha. Prokurorda, gedin alın qoşunda, nə qurban olsun. Yox, sən deyir, sənin səsin yazdım ha. Səsə o atmışam, qardaşıma, bu qulaqla danışırdı. Qutarandan sonra dedim, qardaş, bax hələ, elə bilsən bacım bilmir, subut yalaqla. Atdım telefonunu on, bax danışığı da olub. Allahın adından dostu, prokurorda doşitlar, səs. Qabil Nuriyev, özüm də oturmuşam, qulaq asmışam, gizli. Bu gün bu ananı narahat edən məqam odur ki, deyir, bəs öldürən şəxs, qardaşı, yəni o qızı qaçırdanın qardaşı anlaqsız vəziyyətdə yazdılar ora ki, güya ki bu qardaşın oğlu bu o vəziyyətdə deyil. Yazmayıblar, yəqin ki, bunlar istəyir elə bir şey. Qurban oğlum, mən getmişəm. Dürdana xanım, sənə danı sənə. Yəqin vəsadət veriblər ki, bunun Yox, səhiyyə də getmişəm, deyir, Allahsızlanmış, yazılıb jora, Allahsız veriblər. O veriblər. Vermizləri, orada izahat alıblar ki, iddialarla bağlı. Ruslan bəy, buyurun, suallarınızı verin. Amma əvvəl o danışıq verib, qəşək Qulaq asın Ruslan bəyə. Ümumiyyətlə, anlaqsızlıq biraz fərqli anlayışdır. Yəni biz onun fərq qoymadan deyirik. Yəni bu qanunvericilər güclü ruhi həyəcan və yaxud affekt vəziyyəti deyirlər. O da saniyələrlə baş verən bir hadisədir. Yəni o elə bir şeydir ki, məsələn, insan gəldi, nəyisə gördü, saniyə
bir neçə saniyə içində onun beynində hansısa bir ruhi həyəcan başladı və o hadisəni törətdi. Bu affektdir. Yox, adam gedir evdə, fikirləşir, bıçaq götürür, bıçaq itirir. Tüfəngi kəsilir. Bir saatdan sonra, 2 saatdan sonra, bir gündən sonra bu artıq affekt deyil. Ona görə affekt deyil o. Bu məsələni alqışlayın. Bax, mən biraz əvvəl Ruslan bəylə bunu zəng elib danışmışdım. Buyurun. Qoy, mən də davamını deyim. Ümumiyyətlə, bəzi insanlar həqiqətən də mən qınamıram da. Bayaq Zülfiyə xanım da soruşur. Əzizlərim, davamlı affekt olmur. Saniyədir. 1 saniyəmi, 2 saniyə, 3 həmin anda nəsə olur. Bizə üzböz adam danışır. Birdən ona nəsə elə bir söz deyirlər, həmin anda beyni çönə bilər və stolun üstündəki bıçaqla götürüb vursaydı yenə hə. Bir də var ki, bu planlaşdırıblar bir neçə nəfər qabağcadan, bu dediysə tüfəngi kəsməyə qabağcadan, nə bilim özünlə bıçaq gətirib, gözləyib ki, sırf bunun arxasına keçsin. Qarış, burada affektin zərrə qədər halı yoxdur. İndi onu inanmıram, ekspert elə bir rəy versin, ekspert başı ilə cavab etdi verdiyi rəyə. Elə şey ola bilməz. Versə belə ondan şikayət də yazmaq olar. Müstəntiq kimdir? Müstəntiq Elçin. Elçin. Əvvəl Elçin olub, sonra bir də Sulduz müəllimə. Çox sağ olsun, onun əllərini öpürəm. Sulduz müəllimin adını bizə eşitmiş deyəsən, bizim narazılığımız olmayıb. Mənə tanış gəldi o ad. Sulduz müəllimi deyirsiniz də? Əvvəl Elçin müəllim aparırdı. Mən ora dəfələrlə gedirdim ki, bu Elnuru niyə çıxardıbsan? 2 gündür bizim... Elnur, telefonu götür, xahiş edirəm. Ben dedim, məni çıxarsınlar işdən, mən başqa yerə gedəcəm. Dedim, bilirəm, nəyə görədir. Mən burada deyə bilmirəm. Nə səbəbədir? 2 gün cinayət törədən işə çölə çıxardarlar. Elnur Seyrov niyə çöldə olmalıdır? Mənim qardaşım bu aparıb həyətdən. Yox, indi orada ola bilsin ki, bax, indi o hadisə törədən adam şəxs deyilsə azadlıqdadır da, düzdürmü? Yox, hadisə törədən həbs olunur. Bir dəqiqə, bıçaqlayan kimdir əlində bıçaqla vuran? Əlində bıçaqlayan. Adı nədir? Bunun Xamrat Hüseynov aparıb, Aslan Ağazadə. Hə, Aslan. O içərdədir də, o saxlayır. O içərdədir. Hə, təcridxanada olmalı. İçərdədir, gəlir danışmağa, nələr danışır. Dön getmədim. Onun qardaşı oldu xanım, bəli. Həmin Elnur da bunu evdən çıxardandı. Elnur bunu evdən 2 dəfə gəlib çağırıb, bax bu şərəfsiz. Qabaqcadan, deməli 1 ay müddətində Elnur gəlib 2 dəfə bu adamı evdən axtarıb. Yəni Elnur da həmin o cinayət hadisəsi plan tərkibində olub. İndi bu dəqiqə o Elnur dediyiniz adam planın tərkib hissəsindən, o da özüdür. Amma o demək deyil ki, onun barəsindən gələcəkdə azadlıqda məhrum etmə cəzası verilməyəcək. Amma Ruslan bəy, üzr istəyirəm, dünən Elnur efirə qoşuldu, dünən bizim efimdə və deyir ki, mən onu bilmirdim orada bu hadisə baş verəcək. Bəli, İndi o istintaqın nəticəsidir. Bu dəqiqə söhbət ondan gedir ki, şəxs barəsində qətimkan tədbiri seçilməyib də. Yəni bu dəqiqə onun həbsdə olmaması bizdə çox vaxt insanlar fərq edir. Onu daha çox həbslə, azadlıqla məhrum etməni fərqləndirmirlər də. Biri qətimkan tədbiridir, həbs, istintaq mərhələsində. Digəri isə məhkəmənin hökmündən sonra cəza çəkilməz. Qətimkan tədbirində tərcüməsində o müvəqqəti saxlanmalıdır. Yəni ola bilsin ki, buna həbs qətimkan tədbiri seçilməyib, başqa qətimkan tədbiri seçilib. Amma o demək deyil ki, gələcəkdə məhkəməsi olandan sonra yekun məhkəmə hökmündə həmin o Elnur dediyiniz adam, əgər onun təqsiri sübuta yetirilsə, o da cəza çəkmə məsələsinə azadlıqla məhrum etmə cəzası məhkəmə. Araşdırma gedirdi onsuz da bu işdə. Məsələ burasındadır ki, Elnuru təqsirləndirilən şəxs kimi cəlb eləyiblər şey, yoxsa şahid kimi? Yox. Məsələn, o detallarında bizə maraqlıdır. İnanıram ki, onu ya şahid qismində hələ çağırırlar, belə bir şey ola bilər. İlkin olaraq şübhəli şəxs qismində ola bilsin, amma onun statusu hər zaman dəyişə bilər. Mən izahatda oxudum, mən izahatda yazılıb ki, öldürən şəxs deyir, mən əmimin qisasını almışam. Bir də durub o xanım haqqında fikir bildirib. Mən belə başa düşürəm ki, onlar fikir formalaşdırırlar. Biraz göyə namus qeyrə söhbət olsun, bundan az cəza verilsin. O, yəni məsələ odur. Yəni konkret olaraq həm əminin qisasını yazıb, həm də güya ki, Cabirin yoldaşı ilə münasibətləri olduğu üçün, halbuki bu nə gördü? Bu həbsxanadan çıxdı, orada nə müddət, nə belə deyək, ab-hava oldu ki, bu bir dəqiqə onu oraya yazdırıb. Deməli, bu cinayət hadisəsində sifarişçisi də var da. İndi dəyərli bizim hüquqşünaslarının vəkillərimiz bilir. Bəli, sifariş var burada. Mən düşünürəm ki, hətta dünən dedim, hələ dünən dedim ki, əgər, həmişə də bu söz demişik biz və xeyri də olub, nə barədə, reallıqda, əgər bu doğrudan da namus qeyrət məsələsindirsə, şişi kimi çıxın ortaya, deyək ki, qardaş, mən yəni axtarma da həbsxanadan tez çıxmağı, nə oldu, əgər sən deyildiyi kimi o hörmətli şəxslərin qəbrində kimi gelib çıxmışsınızsa, onda bunu sonuna kimi təslim olun. Bu bir.
İkincisi, niyə məhz bir nəfər o anlaşsız söhbətə atılıb, nədir, Salyanda yatıb, xəstəxanada yatıb deyənə, əgər Cabir, sənin əlin varsa və yaxud da Elnur, qoşul telefona, Elnur, onsuz da danışığın durur, biz təqdim edəcəyik yenidən. Götün kişi kimi təslim olur ki, bu planlı olub da. Mən bir dənə sual vermək istəyirəm. Niyə aparıblar o hörmətli şəxsin qəbrin üstünə? Niyə o məqsəd nədir? Hanım aparmayıblar, deyir, aparacaqdıq, orada çay içmə, aparacaqdıq. Aparacaqdıq, addım atmaq istəyirlər. Yəni, deməli, burada ölüm söhbəti olub da. Soruşun da, sual verin. Qəbir üstünə. Sonra ikinci bir sualım var. Əgər oğlan, o qardaşı oğlu, yox, şəmsiyə boşanmışdı da Cabirdən, bu hadisələr boşanandan sonra olub da. Onda burada namus qeyrət məsələsi bu düzgün deyil, boşanmış. Şəmsiyənin rəsmi nicaha da getməyib ha. Seymura necə sevgisi olubsa, deyib mən getmərəm də səndən rəsmi nicaha. Hə, onda onun arvadı hesab olunmur ki, bunlar ayrılıblar da. O öz istənilən adamın ailə qurağı. Demək olmaz da. Bu qırağın yerində 50% cəmatın deyəlim ki, lap rəsmi arvadıdır. Ay Cabir, sənin özündə bir kişilik təpəri yox idi ki, gəlib məsələni öz aranızda həll eləyəsən, deməli, sifarişi sən vermirsən. Sən elə lap, necə yəni əri ola qardaş, niyə sifariş verməlidir? Elə onu deyişərək. Cabir, sənin onda evin içindən xəbərin var idi ki, sən o sifarişi vermirsən, həmin o cinayətkara, belə deyək də. Neçə nəfərdə ailədə? Neçə qardaşdılar? Biri hacıdır deyəsə onun. O hacı onun belin sındırsın, o zakasanibdir, Qabir Nuriyev, o zakasanib mənim qardaşım öldürdürdü. Arxasında da durur, deyir Nurit, mən səni bıraxdıracam, get bunu elə. Hamrat, get bunu elə, səni 10 günü mən çatdıracam. Amma indi bir məsələ var. Yəni, mənə belə bir iddia gəldi ki, o hacı olan şəxs deyib ki, bir saniyə, gəlin qarğış eləməyə, indi efirə problem deyil, amma sizin iddialardır. Deyib ki, şəmsiyəyə, indi bilmədi, şəmsiyənin özü ilə danışdan lap yaxşı olar. Deyib, kimə ərə gedirsən, get, o sənin haqqındır. Bir tək sən əvvəl deyib, Seymura ərə getməyəcəksən. Onu o hacı deyilən şəxs deyib. Şəmsiyə ayrı qalır, ev tikib, zəhməti ilə, əziyyəti ilə, alverişi və s. Özü tikib o bunların arasında, Seymurla Cabirin arasında təkcə şəmsiyə. Burada nəsə başqa problem var. Bunlar uşaq vaxtından bunu istədiyi qıza... olmayıb, bundan başqa, andosu mən də inanmıram. Yox, bəs yaxşı, onda nəyə görə? Bəs prinsip odur da, qızı qaçırandan sonra Seymur axı onu bıçaqlayıb, qısasını alıb da, əvvəllər. Ona görə Seymur həbsxanaya düşüb axı. İki bıçaq olmayıb, 10 bıçaq olub o da. Mikrofona danışdım. Elnur Qoşla, buyurun doktor. Mən Zülfə xanımdan razıyam. Burada elə 12 yaşdan axtarmaq lazımdır. Nəsə bunların arasında özlərində prinsip var idi ki, bu gözləmişdi 10 gün qabaq qalmış, o qızı qaçıqdı. Qız yox idi. O prinsipiyal nəyimina ona həsarət eləmək istəyirdi ki. Nəsə elə bunların uşaqlığında nəsə prinsip var, ya bu ona nəsə eləyir. Bu məsəl üçün yaxşı dost olsaydı, əgər Seymur onunla, qızla nişanlanan vaxtı, əgər bunun ürəyində var idisə, bu Seymura deyə bilərdi ki, o qızı mən istəmişəm, mən istəyirəm, sən alma. Yəni, yaxşı dost-dosta belə deyə bilərdi. Sizə deyim də, mənim versiyam budur. Yox, o istəməyib onu o qədər, Seymur qədər. Bütün kənd bunların dastanından danışır. Bu belə olub hadisə, mənə elə qəra. Sadəcə, yaxşı dost olmayıb və tamahına da təhdiyə bilməyib. Görüb ki, indi oradadır, bu da belə, bildiniz də. Ola bilsin, gözəl göçək xanım olub. Yəni, dardı getdi. Elnur amma dünən dedi, telefonu işlətmirəm. O da mənə qaranlıq qalmış, indi yadına düşürək. Ortalıqda. Çünki, niyə məhz Seymura dərs vermək məqsədi ilə məhz 10 gün qalmış qızı qaçırdır? Dağ çəkir ona. Əgər bunun ona qarşı məhəbbəti, sevgisi və yaxud da ki, belə deyim də, hisslərinə hakim ola bilmirdi. Həmin vaxt alınıb da. Bir il qabaqcadan. O vaxtda cıza bilib də. Bu suala cavab verə bilərdi ki, ya rəhmətli cavab bilər, ya da o Seymur cavab bilər. Nəsə bunlar uşaqlıqda... Xanım da cavab verə bilər. Şəmsiyə xanım da bu məsələyə cavab verə bilər. Mənə məlumat gəlib ki, Seymur izləyib, xəbər var. Seymur, Rusiyada da olsan, sən bizi yığa bilərsən. Qoşulub, Cabirə üzr istəyirəm, Cabir. Sən bizi yaz WhatsApp-a. Bu dəqiqə Instagramda Amil Xəlil səhifəsi var ekranda. Yaz Amil Xəlil, yaz ki, mənəm, nömrəni yaz, mən bu dəqiqə buradan yığıram səni. Amma Elnur dünən dedi ki, indi xatırladım, telefonum yoxdur. Dedim, sənin bu müasir dövrdə telefonun yoxdur. Dedi, yox. Telefonu olmayanlar da bizim üçün bir
sual yaradır da indiki dövrdə. Hər halda indi onun xatırlatması təqdim olunar. Bəlkə indi özü başqa telefonla yığarsa yığsın. Mən əminəm ki, yığacaqsın. Mən inanıram ki, Elnur, sona kimi ol, yığ telefonu. Heç mən inanmıram ki, onun telefonu yoxdur. İndiki zamanda telefonu olmayan mümkün deyil. Mən də şoka düşdüm. Mən indi bax, yenə qadın olsa inanaram. Amma kişi xeylağının telefonunun olmama, o bu şeydən qaçmaq üçün, yəni bu məsələlərdən qaçmaq üçün, özünü uzaq durmaq üçün o deyir ki, telefonun. Tanınmış aparıcı Günel Həsənzadənin ölüm xəbəri yayıldı. Oradan səhər saatlarında, valla axşamdan əslində çox media nümayəndələri bilirlər ki, mənim Günellə münasibətlərim çox yaxşı olub, indi də. Amma bu xəbər gələndə o dik atılma söhbəti var ha. Bu formada atıldı. Mir Çingizdən tutmuş, salamlayıram Ağayevi. O cümlədə Rüfət bəyə kimi, Elxan müəllim özü şəxsən zəng elədi. Neçə media nümayəndələri, baş redaktorlar, Çağay Amil bu xəbər yayılıb və s. Bir də jurnalistlərin qrupu var. Orada böyük bir müzakirə olunub. Müəyyən səs yazıları qəsdənmi, necəsi yayılıb. Amma Günel bilirsiniz ki, ailə həyatı qurub Türkiyədə və o inşallah ki, ondan hər gün mən istəyərəm yaxşı xəbərlər verim. Amma dünənki narahatlığımız elə gecə saatlarında biz cəhd elədik, Cəlal sağ olsun, mənə məlumat verdi. Daha sonra Günellə danışdı və bir açıqlaması var. Güneli salamlayaq, alqışlayaq, biz onu çox istəyirik. Çox təəssüf. Əslində, sizlər üçün bu adi gələ bilər, bu müəyyən xəbərləri yayılmaq var. Amma bu televiziya adamı üçün zərbədir. Yəni, mən sizə tam səmimi deyirəm, ölüm xəbəri olsun, yanlış məlumatlar, psixoloji, mən deyirəm, həmişə şuuru altı. İnsanların tamaşaçısını, nə olub? Verəcəyik də, danışdırıcıyıq, bir səbirli olun da, elə vaxtımız boldu axı. Və bu arzuman zəhmət olmasa və bu hallar televiziya adamı üçün bir zərbə olur. İraq olsun, desinlər ki, Ruslan bəy, nə bilim, Tağı müəllim, uduza gedir bu işi, halbuki deyil ha. Amma o sizin karyeranız üçün bir, istər-istəməz bir pis nəticə olur da. Digəri deyir, Ruslan uduzubsa, Tağı uduzubsa, mən niyə gedirəm? Bax, belə bir haldır, televiziya üçün də belə bir haldır. Hələ mənim yadımdadır, Gəl Danış bir 2 il idi yayımlanmışdı, maşallah, reytinglərimiz sözünü deyirdi. Bir də görüm, saytlarda xəbər çıxır ki, öz bacılarından xəbəri yoxdur, amma efirdə kriminal layihə aparır. Getdim sayt redaktoruna zəng edim, o zaman Tural idi. Dedim, valla bacım yoxdur. Amma yenə araşdıraram. Bəlkə siz bilirsiniz, məndə o məlumatlar yoxdur. Biz iki qardaşıq. Halbuki o, mənim üçün həqiqətən həmin günü çox da virüza verməsən də böyük zərbə olmuşdu. Yəni, iki bacısı, nə bilim, dastan yazılmışdı. Sonra kökünə kimi getdik, o zaman Kamil müəllim də nəzarət elədi bu işə və s. Yəni, deməyimiz odur, bu yalan xəbər sarsıdır. Səhər saatlarına baxıram, 150 min birində, 500 min birində baxışlar. Amma Günel, biz səni çox istəyirik. Mən əminəm, buradakı tamaşaçılarımız da, ekspertlərimiz də, əminliklə deyirəm, səni çox istəyirlər. Toy, adət, ənənələrini sevdirmirsən. Günel, təsəvvür edin, yenə də mən onun üçün bir süjet hazırlayanda, mən də o cürəm, xoş gəldiyimdə fikir verim, mən bir-iki yerdə danışıram, qalan ancaq görüntü veririk. Biz belə görmüşük və istəyirik tamaşaçıya geniş yer verək. Günel də bax, toyda o cür olub. İndi bəzi toy verilişləri açılıb da, dost kanallarda da aparıcı çıxmır ortadan. Qardaş, oynayanla oynayır, yiyənlə yiyir, içənlə içir, çıxmır ortadan. Amma Günel sadəcə bir girişdə salamlayır. Bir ortada ənənəni göstərir, bir də sağollaşır. Qalan ancaq nənə, baba, dəy, gəlib ki, verin onun kadrlarına. Bax, belədir, televiziya işi budur. Eynən də xoş gəldiyimdə də baxa bilərsiniz. Gedirəm, göstərirəm dağı təpəni, yer gəlmişə yeni buraxılışları tezliklə yayımlanacaq, hazırlanır. Bax, Günel də belə qızdır, belə işini sevən. Gəlin, elə Günelin tamaşaçılara bir ismarıcı var, səhər saatlarında göndərib. Dinləyək. Salam Amil, necəsən bacı qurban? Narahat olma, hər şey yaxşıdır, hər şey əladır. Çıxan xəbərlər yalandır, heç narahat olma. Qohumlarımız da hamısı narahat olub, dostlarım da, Nail, Aysel, Cəvahir xanım, hamısı narahat olub. Yəni, narahat olmayın, qətiyyən. Elə yoldaşıma Cəlal, Nail yığdılar, danışdılar. Hamısı ilə də danışdım ki, hər şey normaldır. Narahat olmayın, narahat olmayın. İndi kimsə bekarçılıqdan paylaşır ya nə bilim nədən paylaşır. Bilmirəm valla. Ömrümü uzadıblar da. Can, bacım qurban, narahat olma. Hər şey yaxşıdır.
Öləndə bir sənə xəbər eləyəcəm. Ki, ölürəm. Canımsan. Məni sevənlər, izləyicilər, qəti narahat olmasınlar. Allah hamımızın canını sağ eləsin, ömrümüzü uzun eləsin, toy qapısı olaq. Can, balalarımızın, sevdiklərimizin, subaylarımızın toyunu görək. Amin inşallah, canımsan. Öpürəm hamınızı. Biz də səni öpürük. Bir daha səni alqışlayırıq Günel. Vaxt baxımından bu formada bilirəm oradakı saat fərqimiz və saat tam demirəm indi Günel hardadır, amma inşallah səndən yaxşı xəbərlər olsun. O demək deyil ki, Günel daimi gedib ölkədən. Günel televiziyaya da qayıdacaq inşallah. Yenə də bağımlılığımız olacaq. Yenə də biz onu çox istəyirik. Səmimi, dürüst və yaxşı ki, səni kimi dostum var Günel. Səni doğrudan da çox istəyirəm. Tamaşaçıların çox istəməyə də bir yana. Mən də sənə deyirəm səmimi qəlbdən ki, həqiqətən səni çox istəyirəm. Sənin üçün darıxmışam. Elə sən bu 3-4 nəfər dostu ki, bir arada görüb eynən də ifadələri o cür işlətmirsən. Onlara deyib, amil də narahat olun. Mənə bax, görürsünüz Cəlal və s. deyir. Təşəkkür edirəm. Sağ ol. Bir daha alqışlayaq Günelimizi. Buyurun Tağım əlində səhələriniz var deyək. Bir şey qeyd eləmək istəyirəm. Bu mənim xasiyyətimdən irəli gəlir. İnsanın peşəsindən əvvəl özünün şəxsiyyətinə baxaram. Yaxşı insandırsa, onun peşəsi ilə bir yerdə qəbul eləyərəm. Amma yaxşı insan deyilsə, istəyir dünyanın ən məşhur adamı olsun, ən bacarıqlı, peşəkar sahənin sahibi olsun. Mən o adamı qəbul eləyə bilmirəm. Günel xanımı biz əvvəl həmişə efirdən tanıyırıq. Amma mən Space-ə gələndən sonra onun həqiqətən siz deyədiyiniz kimi mərd, sadə, bir fərqli bir xanımdır. Yəni, onu digərlərindən doğrudan da fərqləndirən özünün xüsusiyyətləri var. Ona görə də həqiqətən elə bacı deməli xanımdır. Eşq olsun ona, salamlayıram buradan. Allah uzun ömür, can sağlığı versin və uğurlar da bol olsun. Eşq olsun, təşəkkür edirəm. Zülfiyə xanım da qısa desin. Mən də Günellə o vaxt bir verilişi var idi, gedirdi evlərə qeyri-adi hadisələrlə. Bizdə də olub, bizdə də çəkiliş eləyib. Öpürəm Günel, mən səni həmişə sağlam, həmişə gözəl görmək istəyirəm. Öpürəm səni, uğurların bol olsun. Minnətdarım, davam eləyək. Burada Əli Pənah var, yeri gəlmişən. Biz Seymurun qoşularına, Seymurun məsələsinə bağlı 2 zəng və 2 süjet hazırlanır. Təqdim olunacaq. Mikrofonu zəhmət olmuşsa ötürün oradan. Əli Pənah üçün artıq vəkil ayrılıb. Əli Pənah'a götür, Əli Pənah götür mikrofonu. Sizə verəcəm söz. Hələli verin, zəhmət olun. Səbirli olun. Hamı səbirli olsun, xahiş edirəm. Hamınızdan. Eynən də qapıda olan insanlardan. Əli Pənah'ın məsələ... Bir saniyə xahiş edirəm. Xahiş edirəm, biraz səbirli olun. Xahiş edirəm. Biz Əli Pənah'la bağlı süjet veririk. Süjet verim, keçirəm ata sizə. Əmim, sizə keçirəm. Biraz səbirli olun. Hamının süjeti istə-istə təqdim olunur da. Xahiş edirəm axı. Sizin məsələdən xəbərdardırlar, demişəm. Bu adam nəvələrini görə bilmir. Amin müəllim, xahiş edirəm səndən. Mənim dərdim çoxdur. Ona görə deyirəm səbirli. 2 dəqiqə mən danışım yox. Çıxıb gedirəm. Deyir mikrofonu, amma süjeti mən təqdim eləyə bilməyəcəm. Xahiş edirəm səndən. Mən Səid atayam. Bilirəm, atacan, mən süjet hazırlamışam. Yaxşı, süjet qalsın. Ver mikrofonu Əli Pənah, ver. Götür mikrofonu, götür. Süjeti sonra verərəm. Bu adamımızın, bu atamızın, bu əmmimizin, dayımızın məsələsi nədir? Övladı bir daha deyirəm, ötən gündə dedim, şəhid olub, Allah rəhmət eləsin, nəvələrini görə bilmir. Amma bizim digər süjet nə cür oldu? Bu adam görüşə bilmir. Böyük bir iddialar var. Neçə ildir görmürsən nəvələri? Mikrofona değişdim. 3 ildir görmürəm. Mikrofon. 3 ildir görmürəm nəvələrimi. Baxın, mənim böyük oğlumu tutturub, gəlinim. Nəvələri mənə göstərmir. 3 ildir. İkinci, mənim evimi yedib... Məhkəmə olub mu görüşlə bağlı? Bəli. Məhkəmə olub mu? Məhkəmə uşaqları göstərməməyə görə, bəli. Qərar nə çıxdı? Məhkəmə qasnama yazıb 2 gün, yəni 6 gün xatnın. Bəs icraçı niyə icra eləmir? Göstərmədilər. Hansı rayonda çıxdı qərar? Qoymurlar heç yana. Hansı rayonda çıxdı? İkinci, xahiş edirəm. Yox, rayonu deyin də, rayon. Mənim oğlumu tutturub. Məhkəmə hansı rayonda olub? Ağsaqqal. Məhkəmə hansı rayonda olub? Lerikdə. Lerik icra və probasiya şöbəsi işi icra eləmir də, belə çıxır. Heç nə, mən başa düşmürəm. İndi gözləyək, bir vergül qoyaq Ruslan bəy, Tağım müəllim, götürün buna aydınlıq gətirəcək. Valla mən, qoy bir dəqiqə, mən bir dənə bu kişə suallar... Müəllim, xahiş edirəm, bir də bura gələ bilmirəm. Mənim 70 yaşım var. Mənim 24 dənə nəvəm var, 6 dənə qızım var, 7 dənə qızım var, 3 dənə... Şəhid atasını, nəvələrinin üzünə həsrət qoyublar. Mən xahiş edirəm sizdən, mənə yaxşı kömək edin. Mənim oğlum şəhid olandan sonra mənim qovumum mənlə yola getmədi. Öz qızını örgədərək mənim böyük oğlumu, yəni
Hafizi tutturub o barada bura O bir bahisə gəlmişəm. var, tuturup deməyə, iddialar vətəndaş sizə aiddir. Amma mənə bax, Ağsaqqal, çox xahiş edirəm. Bilirəm, indi möhkəm danışıram, üzrlü sayısın tamaşaçılarımız. Biz nəvə ilə bağlı hələ danışaq. Biz istəyirik, sən nəvələrinlə görüşəsən. Ay sağ ol. Ona görə hələlik burada dayanaq. Yox, ikinciyə keçmə hələ də. Bir dənə məsələ Yox, var. o təfərrüat lazımdır. Xahiş edirəm, qarışdırmayaq bir-birinə. Oğlumun əğnə, yəni Şirvanın əğnə 20.000 pul vurub o gəlin. İndi nədir o? Cərmədir, cərmə puldur. Bir səbirli olaq, xahiş edirəm. Çapıb, aparıb. İndi qulaq asın, o mən aydınlıq verəcəm. Burada pul məsələsi oğurluq, bu ikinci məsələ, bu iddiadır. Amma nəvələri ilə görüşə bilmir və icrada... Bir dəqiqə, Ağsaqqal, siz, ay Ağsaqqal, eşidirsən, uşaqla görüşmək istəyəndə yaxınlaşmısınız icra məmuruna? Çox cəhd göstərdim. İcra məmuruna yaxınlaşmısınız ki, Lerikə, yaxınlaşmısınız ki, uşaqla məni görüşdür. Göstərmədilər. Kimdir icrada nümayəndə? Ay, yox, icra məmuru nə deyir, adını nə qoyur ki, göstərmir? İcra məmuru nə deyir, göstərmir? Məktəbə gedərdim, uşaqlarla görüşüm. Əziz dayım, məhkəmənin qərarı var ki, və siz nəvələrinizi görməlisiniz. 6-cı günü Ay sağ ol, icra və probasiya şöbəsi var da, Lerikdə işləyirlərsə əgər. Onlar nə deyirlər, niyə göstərmirlər? Uşaq sizi istəmir, görmək istəmir ona görə. Onları yavaş-yavaş getdim məktəbə, onlarla görür, getdim. Gətirmirlər icra və probasiyada məktəbə görüşəsən. getdim kətdə. Məktəbə getdim, sonra Qurban müəllim var orada, məktəbin direktoru. Ondan sonra uşaqları oraya qoymadılar. Mənim oğlumun demək rəhmətli... Yanına getməyib, bax, siz icra məmuru yanına getməyib. Xahiş edirəm. Oğlumun demək ad günündə rayonun adamlar gəlir, onu görüşdürürlər, orada danışdırırlar, adamlar gəlir, bütün məktəb direktorlar. Amma, Amin müəllim, o iki dənə balanı mənə göstərmirlər, o məzarın üstünə gətirmirlər onları. Qurban müəllim çox məktəbin direktoru, çox məktəbin direktoru əlləşdi. Hansı kənd məktəbidir? Hansı kənd? Livədiriyə. Livədiyə? Bəli. Livədiriyə. Mənim bir xahişim var. Mənim oğlumun ayağına 20.000 pul vurur. Ona gələcəkdə, o bir dəqiqə saxlayır, mikrofonu saxlayır hələlik. Qulaq asın, hamı qulaq asın. Burada nəvələri ilə görüşmək istəyən bir atadır, şəhid atasıdır. Səbirli olaq, xahiş edirəm. Açın. Ben ona gələcəm də, ay dayım, onun üçün mən sorğu verməliyəm. Sonra biz danışmalıyıq. Gəl bu nəvə məsələsini danışaq. Səbirli ol, xahiş edirəm. Nəvələrin görməməsi ilə bağlı rayon icra hakimiyyəti başçısına, özü də şəhid atasıdır. Qoy gerək edibmi? Rayonda səlahiyyətli şəxslər şəhid analarına diqqətlə, qayğı ilə yanaşırlar. Lerik rayon icra hakimiyyətində olmamısan bu işlə bağlı? Olmuşam. Kimlə görüşmüsən? İcra hakimin özü ilə, onun işçiləri ilə. Nə dedilər sənə? Mən qəbir üstə icra hakimi, mən çox ona töhmətlər vurdum. Mənim yoldaşım oturmuşdu, şəhid anadır. Onun ad günü ilə bağlı gəlmişdilər. Mən dedim ona, dedim başçıya dedim, bəs belə də vəziyyət. Bu qulaq atmadı heç. O başçı yenə gəlib də. Yox, mənim ailəmi, şəhidin anasını kesti onun qabağına, onu dindirmədi. Məni dindirmədi. İndi bu iddialara gələcəm, səbirli olun. Mənə ver mikrofon. Mən xahiş edirəm, mənim oğluma. Zəng qoşulsun. Bax, bu kişi nəvədən çox inciməsini bizə nəvə ilə qeydiyyatdan keçirlər. Nəvədən çox elə yapışsız o pul itib. Mən deyirəm, gəlin biz əl-ələ verək, birinci nəvələrlə görüş məsələsini danışaq. Elə hey keçirsiniz ki, 20.000 oğurlanıb, 20.000 oğurlanıb. Gələcəm, səbirli olun. Çox xahiş edirəm, səbirli olun. Xahiş edirəm. Özdə sizin telefonunuz yoxdur. O gün əməkdaşlarımız neçə dəfə cəhd deyib, binədə qalan sizsiniz də, binə qəsəbəsində. Ay sağ ol, görürsünüz mənim yadımdadır. Axırı biz yalandan, belə deyək də, şəkillərdən bir süjet hazırladım olan məlumatlarla. İki telefonu yoxdur, vermir bizə, nömrə yoxdur və s. Gələcəm, bir səbirli ol, zəng qoşulana kimi. Səbirli ol, səbirli ol, səbirli olaq. Reklam arası deyəcəksən, səbirli ol, xahiş edirəm. Təklif gəlmişdi, onlar təklifi qoymadılar kəndə. Ay, bilirəm də, biraz səbirli ol, ondan danışacağım. Səbirli olun, amma Əli Pənah, səbirli ol, çox sağ ol. Rauf indi əlaqə saxlayacaq. Ağsaqqal, çox xahiş edirəm, xahiş edirəm. Əli Pənahı tanıyırsınız, Əli Pənah Günay ilə burada görüşdü. Mən bugün Əli Pənah, sənə qardaş, vallahi sözün həqiqi mənasına yazdığım gəlir. Həqiqi mənasına, amma sənə vəkil ayırmışıq. Xəzər sənin rəsmi vəkilin olacaq. Bu işdə çox, deməli adam nə olsun, torpaq idi, qaynananın adına ola bilər, amma əziyyəti bu adam çəkib, sübutlarımız var. O qaynana bizə qanun dərsi keçir, ay Allah.
Ona qalsa gərək heç bir verilişlər olmasın. Nə xəbər, nə kriminalı, bu cür, nə də digər sosiallar. Hədə qorxu uşaqla bağlı görüntülər də təqdim olunacaq bu gün. Hamısı təqdim olunacaq Əli Pənahla bağlı. Onun hədə qorxusunu da gördük. Bir anasan əvvəla, qarışmıram işinə, lakin bu cür münasibət lazım deyil. Bizim əməkdaşlar aylar sonra Əli Pənahı uşaqlarla görüşə aparır. Qapıdan icazə vermədi ki, uşaqlar çıxıb atasını görsün. Qadın, qaynana. Amma bu gün hər şey danışılacaq və vəkili var o. Onun tək deyil, vəkili var. Mən keçəcəm. Hətta Əli Pənah üçün çox məşhur insanlar dəstək verib, onu tanıyanlar. Süjetləri var, videosu var. Əlimizdə həm Günayın etirafı var bu canlı yayında, sonra reklam arasında diqqətlə qulaq asmışam. Deyir, bəli, evi Əli Pənah tikib. Mən də indi 1-2 manat belə Mən də şahid idim. Şahidsiz, elə məhkəmədə də iştirak edəcəyik. Qonşular, pəncərəyə kimi qonşular alıb verib. Pəncərəyə kimi, həmin evi satmaq istəyirlər. Qonşular hamısı əminəm ki, sənin arxandadır. Sənin düzdür, mən bilirsiniz, qarşıyam sosial şəbəkədə hər şey. Sadəcə bəzən efirdən elə şeylər götürürlər. O neçəsini götürdüm, o Əli Pənahın Günay deyib qışqırmağı. Əslində ona o formada yox. Ona biraz dinamatik baxın. Bu adamı nə həddə çatdırdılar. Neynədilər bu adam belə havalanıb da sözün lap məcazi mənasında, həqiqi mənasında. Orada, buradaydı 5-ci günü. Bax, o məsələ idi ki, biz danışacağıq. Vaxtımız çatırsa, bir daha Seymurun az sonrasını versin, ateş çıxsın imkan varsa. Amma çox mühüm məqamlar. Elnur oldu da, qapıdan gəlib aparan. Elnur, yenə də kiminsə telefondan yığ məni, xahiş edirəm. O xatırlatmanı bir də gedib əziyyət çəkib yığmayaq da orada, vaxtımız getməsin. 2 kəlmə sualım olacaq sənə. Olmasa mən digər zəngi qoşacağım. Elnurun səsinə qulaq astım və indi hazırlanacaq. Elnur amma yenə də bəlkə də özü qoşulacaqsa mən istəyərəm özü qoşulsun. Diqqətlə reklam arası qulaq asıram. Orada da demişəm ona. Çünki efirdə nə danışıram adam təbii də quruma yoxdur deyə. Dedim görsün sual vermişəm telefon söhbətinə. Birinci ona sual vermişəm ki, sənin müasir dövrdə niyə telefonun yoxdur? Amma 2 nəfərin dediyim kimi əməkdaşlarımız danışır bu işlə bağlı. Biz inanırıq ki, Masallıda baş verib hadisə yerində görürsünüz. Əziz tamaşaçılarımız və adam oturduğu yerdə arxasından 12 bıçaq zərbəsi ilə vurub qətlə yetirilib. Bu da təbii ki, bəllidir məsələ. Ötən gün mən bir məlumat dedim, dünən vaxtım çatmadı. Tamaşaçılarımız yazıb ki, nə oldu bu Ağsuda qaynatasından şikayət edən gəlin? Çünki dünən dedim, xəbər gəlmişdi, şikayət edib qaynatadan. Sonra özü həbs olunub. İstəyirəm bu xəbəri mən tam deyim, tamaşaçılarımız intisarda qalıb, dərhal Instagrama yazıblar. Dünəndən niyə demədiniz onu? Əslində, tam olaraq hansı kətdə baş verib bilmirəm, amma anonimlik qorunur. Kömək eləsəz yaxşı olar. Mənə yazın, lap Instagramda ya WhatsApp nömrəmizə ya zəng edin, bir kəlmə kəndin adını deyim, mənə bəsdir. Deməli, Ağsu rayonunda qaynatasını hüquq mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü, adı yazılmayıb, həqiqəti olmayan məlumat verdiyi üzə çıxıb, rayon kəndlərinin birində deyilir bu baş verib və ona 296, yəqin bilə-bilə yalan məlumat vermək olar da bu xəbər vermə maddəsi ilə iş açılıb və araşdırma zamanında deyir tamaşaçımız ki, məlum olmuşdu ki, həmin şəxsin öz əri ilə problemi olub. O da qərəzli şəkildə gedib şikayət edib. O, oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıbmış. Lakin bir həftə sonra kənddə atası evinə qayıtmalı olub. Yaşadığı kənddə, burasını deyir tamaşaçı deməyək, xoşa gəlməz deyir söhbətlər yayılıb deyir Ramil bəy. Rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb. Yəni, yəqin qaynata danışıb. O evdən qaçdığı gün güya qaynatası tərəfindən xoş olmayan, laf belə deyim, Ağbəydə çox hər şeyi açıq yazıb göndərdilər mənə. Yaxşı ki, bəzən burada redaktə edirəm. Olmayan hərəkətlərə məruz qaldığını. Bir 3 gün bundan qabaq biz bu barədə danışdığımı dedim, indi təzə bir üsul tapıblar. Gəlin, görür, çıxış yolu axtarır, gah deyir, qaynatan belə elədi, gah deyir, üzr istəyəm, qaynım mənə belə hərəkətlər elədi. Və bu da belə bir hadisə ilə bağlı iddia qaldırıb, amma sağ olsun, prokurorluq araşdırıb ki, bu yalan məlumat deyil, gəlinin özü deməli, cinayət işi açılıb ona və Ağsu rayon məhkəməsinin dərhal hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması deyə cəzası verilir və ayağına deyəsən deyək, qolbaq bağlayıblar. Belə. Olmaz, yalan məlumat olmaz. Əli Pənah götürsün,
İstəyirəm Əli Pənahın uşaqları ilə bağlı. Baxın, diqqətlə qulaq asın. İlk olaraq əməkdaşımız Rüfət Əli Pənahın uşaqları ilə görüşə gedir və uşaqlarda müsahibə alır. Və müsahibə zamanı uşaqlar atanı istəyir-istəmir, istəyirəm ekspertlərimiz diqqətlə baxsınlar o səhnəyə. Sizə deyiblər ata ilə görüşmək olmaz falan, belə şey. Yox, heç kim deyiblər deyil. ki, görüşə bilərsiniz. İndi ata burada olsa çıxıb görüşərsiniz ata ilə. Niyə? Bəs deyirsiniz görüşə bilərsiniz? Yox, mən görüşmək istəmirəm. Niyə görüşmək istəmirsən? Çox istəmirəm. Çox istəmirsən. Adam atasını niyə çox istəməsin? Axı gözlərin yaşarır. Hə, bəs gözlərin niyə yaşarır? Niyə deyirsən ki, çox istəmirəm? Görsən indi görüşərsən. Hə? Görsən görüşərsən. Niyə? Bəs qızım sən görüşərsən. Niyə? Neyini batası sən? Heç nə. Heç nə eləməyib. Bəs niyə görüşmək istəmirsən? Bir dənə üzünü gör atan. Uzaqdan bax. Uzaqdan. Sən də uzaqdan baxırsan. Videoya baxıb o uşaqlarla götürürəm. Dənə uzaqdan göstərim də, Əlpənah maşındadır. Yox, qoy qanunla. Uzaqdan baxırıq xanım. Mən heç nə demirəm, mən onun nənəsiyəm. O uşaq yekələnəndə Mən icazə vermirəm, qanun. Yaxşı bir şey, indi insanlar özlərinə uyğun bir qanunla nəsə bir şey oğurlayırlar, özlərinə sərf eləyəni. Qanunu belə bilənsənsə, bəli, qanun qarşısında sənin boynun qıldan incədir ki, sən uşaqları atası ilə görüşdürməlisən. Nə qanun? Hərəsi bir şey öyrəniblər. Mən buradan analara müraciət eləmək istəyirəm ki, həyat yoldaşınızla aranızda olan problemləri uşaqlara yansıtmayın. Gördünüz, uşaqlar istəyir də atayla görüşməyi. Onlar körpədirlər, onların yanında nə deyirsən onu da eləyirlər. Deməli, Əli Pənah yaxşı ata olub, üzr istəyirəm Zülfiyə xanım. Deməli, yaxşı ata olub. Yox, mən ürəyim ağrıyır uşaqlara. Niyə atanı bu vəziyyətə salırsınız? Axı o, bu atanın qanından, canından gələn bir uşaqdır. Problemin var, yaşamaq istəmirsən, boşan çıx get, amma uşağı, atanı onun gözündən salma, uşaqların gözündən salma. Uşaqlarda nifrət hissi yaratma. Qoy uşaqlar atasını sevsin. Onların gələcəyi var. Dünyanı tutub gedəcək. Elə fikirləşir ki, dünyanı tutub gedəcək. 5 il, 10 il, Allah nə ömür verib onu yaşayatsa. Sabah sən gedəcəksən. Sonra qoy danışım, sonra siz danışın. Sabah uşağın gələcəyi var, qıza elçi gələcək, sən oğlun üçün elçi gedəcəksən. Bəs onda ata obrazını kim yaradacaq? Kim o? Eləməyin belə şeylər. Bir ana olaraq nə istədi? Uşaqlar atasını istədi, istəmədi, gördün mü? Onlar körpədir, əlbəttə ki, onların yanında nə deyirlər, onu da eləyir. Onlara əgər sevgi aşılasa, o uşaqlar atasını da istəyər. Görürsünüz, onlara sevgi yox, ataya nifrət aşılayır. Amma istədilər atalarını görmək, buyurun. Mən çox təəssüf edirəm. Yəni bu belə hallarla biz tez-tez rastlaşırıq və çox təəssüflər olsun ki, uşaqlardan alət kimi istifadə edirlər. Yəni uşaq alət deyil. Uşaq sizin valideynin, hər hansı bir valideynin digər valideynə qarşı olan münasibətini göstərən bir istifadə edilən bir vasitə alət deyil. Amma təəssüflər olsun ki, görür ki, ana uşağı ataya qarşı istifadə edir, ata başqa cür formada. Ona görə bunlar hamısı yəni qeyri-sivil, qeyri-etik bir hərəkətlərdir. Ona görə də çox istərdim ki, belə bir şeylər qarşı alınsın. Əli Pənah, götür mikrofonu zəhmət olmasa. Amma balalarım, mən sözünüzü inanmırdım o kadrları görənə kimi. Həqiqətən səni istəyirmiş. Sən də onları çox istəyirsən. Əlbəttə ki. Sən məhz balaların üçün o səs-küy edirsən. Hələ böyründəki Aydına bax, 3 uşağı atıb hələ təsəlli verir ona ki, sən səbirli ol. Heç olmasa sən danışmaydın. Arvadı neyinirsən, nə sən? Üçün də doğsun. Üçün dəhşətdir, hələ ki təsəlli verərə bax. Gəlin sizə bir şey deyim. Yəqin ki, hamını düşündürəcək bu. Çox maraqlıdır ki, bilənlər bilir də, mən tutaq ki, Avropa Ailə İnstitutuna, Avropa Ailə nümunəsindən çox uzaq bir insanam və elə bir şeyləri bəyənmirəm. Lakin
Avropa olsun, Qərb deyək də, onlarda misal üçün boşanan vaxtı bilirsiniz ki, uşaqlarla... Əslində Qərb deməlisə, biz də Avropa ölkəsiyik. Hə, ümumiyyətlə də Qərb aləmi deyək. Onlar belə bir şey eləmirlər, belə biabırsılıqlar eləmirlər. Uşaqları valideynlər istədiyi vaxtı həqiqətən də norma nə qoyulubsa, sakitcə götürürlər, mehribancasına bu formada həyata keçir. Bizim bir dənə səhvimiz bilirsiniz hardadır, bizim bu cəmiyyətin. Avropadan, deməli, dırnaqdan tutmuş təpəmizin uzuna qədər bu döymə, nakolka döydürməyə örgənirik, sevə-sevə tətbiq edirik. Nə bilim, 18 yaşında, 16 yaşında, 20 yaşında qızların əlində sigaret, gedə saat 2-də, 3-də kafelərdə olmağını... Tatu vururdu var onu, bir dəqiqədə xahiş edirlər. Eşdin nədir? Mən Qərbdən danışan kimi bu kişi oldu. Qərbdə yaşamısan deyəni bizi öldürədəsən. Yox, qədim İranda eləyirdilər, birinci tatu oradan gəlir. Avropadan gəlmir. Bura İrandır. Mən Azərbaycandan danışıram. Nəysə, indi görün nədirəm. Bizdə elə şey... Nəysə. Şükür Allah'a yaşamışsınız, siz də görmüşsünüz ki, bizdə əvvəl bu qədər belə bir şeylər yox idi. Sonra klublarda, nə bilim, oralarda, buralarda az yaşlı da, az yaşlı 16, 17, 18, 20 yaşında qızların əlində pivə, orada, burada onunla, bununla oynamaqlarını biz Avropadan götürüb tətbiq eləyirik. Nə bilim, qardaş, bütün eybəcərliklər nə qədər varsa Avropada, itlə yaşamaq, pişiklə yaşamaq, insandan çox itə qiymət vermək, pişiyə qiymət vermək, bunları oradan götürmüşük. Ancaq, qardaş, adam kimi bir-birinə uşağı göstərməyə götürməmişik. Adam kimi növbədə durmağı götürməmişik. Bax, məni yer eləyən budur. Pis nə var, hamısını götürmüşük. Elə ailələr var ki, itə qoyduğu hörməti doğma anasına, dədəsinə qoymur. Bax, indi Tağı müəllim... Çünki Qərbdə elədir. Qərbdə elədir. Amma bir söz deyim, növbə deyirsiniz, bəzilərimiz növbədə dayanmağı. Bizdə elə o növbə mədəniyyəti ən birinci şərqdə bizdə olub. Vaxtında. Sadəcə vaxtında texnikada hər şey bizdə olur. Amma indi mən sizə bir söz deyim də. Mənim bir sözüm var ki, Azərbaycan tamaşaçısını güldürmək çox çətindir. Türkiyə tamaşaçısını asandır. Çox üzr istəyirəm, xətirlərinə dəyməsin. Yəni biz də indi ola bilər, Azərbaycanda olanlar izləyə bilər. Belə bir şey, buna da gülə bilərlər. Çünki onlar bizi qədər faciə yaşamayıb. Biz 12, 18, 20, 41, 49 hələ böyük vətən müharibəsini qoyduq. Biz erməni-türk müharibəsindən gedir. 81, 88, Sumqayıt hadisəsi, 90, 91, 93 kimi. Hətta belə indiyə kimi. Bizi güldürmək çətindir. Mən misal çəkirəm ki, siz onları misal çəkəni deyirəm. Bizim indi məsələn, komediya xana gedir Xəzər televiziyasında. Onlar böyük bir iş görür. Nə üçün? Mən ümumi olaraq deyirəm, həm Rusiya tamaşaçısından özünü qoruyur. Baxan deməsinə, Ruslardan götürüblər. Həm Türkiyə tamaşaçısından özünü qoruyur. Deməsinə, çünki hamımız baxırıq da Türkiyə kanalına. Bunu Türkiyədən götürdülər. Başa düşürsünüzmü? O böyük bir deyək, gəminin, dənizin ortasında bir nəsə qoyurlar ortaya. Bizim tamaşaçı doğrudan da həm güldürmək çətindir. Elə yer gəlsə düşündürmək də. Çünki o cür faciələr görmüşük. Siz deyirsiniz Qərbimizin növbə mədəniyyəti yenə deyirəm, bizdə olub şərqdə. Sadəcə 88-də pis mənada demirəm, amma üzr istəyirəm, bax tamaşaçılarımıza pis mənada demirəm. Birdən-birə Qarabağdan nə qədər Azərbaycanlıları ermənilər çıxartdı, o mühit söhbəti var. Dəyişdirmək bizi Avropa dəyişdirmədi. Bizi məcburi şəkildə o müharibələr, o müharibə, ac-yalavac insanlarımız nə qədər küçələrdə qaldılar. Bütün müdaxilələri eləyən həmişə kənardan olub, əzizim. Mən ondan danışmıram ki, əgər biz kənardan yaxşı şeylər götürməyə bilmiriksə, pislər niyə götürürük onda? Qardaş, bizdə növbə əvvəllər bəli, yadımdadır, əvvəllər var idi. Amma indi bu dəqiqə hansı növbədən danışa bilərsiniz ki? Bu dəqiqə mümkün deyil. Avtomobil də sürəndə görürsünüz, hər yerdə də elədir. Avtomobil dəyişər. İtlə yaşayanların sahib bilirsiniz gündən-günə nə qədər çoxalır. Evində saxlayırlar. Evində saxlayırlar, yox, tək itlə yaşayır. Buna mənim maraqlıdır, mən istəmirəm, valideynimlə yaşamıram. Bəyənmirəm valideynimi. Çünki mənə it daha maraqlıdır valideynimlə. Belə deyən adamlar var. Belə deyən adamlar var. Nənəsini çıxartdı. Siz bu dəqiqə, bir dənə heç də demirəm, atasına bir dənə şillə vuran oğlanı da qoyun. Nədir onun adı bu, YouTube'a qoyun. Bir dənə də itə şillə vuran qoyun YouTube'a. İnanın mənə, itə şillə vurduğuna görə bütün Azərbaycan az qala 70% ayağa qalxacaq ki, utanmır, itə əl qaldırır, nə it günahsızdır, filandır, fecmandır. Yəni mən ona yanıram. Baxın, orada, indi bu kişi də orada yaşayıb, Zahir doktor. İndi bilməm, təsdiq eləcək yoxsa yox. Deyir ki, orada birinci uşağın hüququdur. Sonra qadının hüququdur. Sonra itin hüququdur. Sonra kişinin hüququdur. Ona görə də o cəmiyyətdə
ailə öləcək, ailə olmayacaq. Əgər bir cəmiyyətdə kişilər heç kimdirsə, orada ömür boyu ailədən söhbət gedə bilməz. Mümkün deyil. Xeyir bərəkətdən söhbət gedə bilməz. Aydındır. Biz səbirli olaq, xahiş edirəm. Qaynananın səsinə işlə bu mövzuya qaydacam, söz verəmsə. Qaynana görün nələr deyir. Diqqətlə ikili pəncərədə bir dinləyək. Qanunla görüşünə bax, gelsin iki uşaq. Uzaqdan görürük, xanım, Hey, iki uşaqdır, bax, gelsin. Həmişə demişik yatadır. Uzaqdan deyirsiniz. Ay oğlum, mən necə qanunla hökumət verəcək görüşə. Mənim qızıma hər söz dedi o. Biz ondan canımızı qurtarmaq istəyirik. Evladıdır, görüşsün qanunla. Hökumət gəlir, o video çəkdi. Uzaqdan bax. Xeyr, oğlum, o video çəkdi. Video çəkdi ki, babam məni döyür. Xanım, elə görsənirdə siz baxmaqda belə icazə verməlisiniz. Yox, qanun o, xeyr oğlum. Yox, mən uşağı qadıq eləmirəm. Uşaqlara da təzyiq edirsiniz. Ay oğlum, xeyr, çıx ay oğlum. Mənim cimim, mən sənə dedim, bax, bu sözü mən demişəm. Kim göstərmir? Məktəb orada, o orada. Yalandan o hər söz danışa bilər. Hər söz danışa bilər, xeyr. Bircə dəqiqə, biz də inanaq. Ay oğlum, o hökumət kəsəcək, geçsin qanunu yoluna. Demirəm, xanım, uzaqdan. Ay oğlum, görür, məktəbə gedəndə gedir, qadın, get. Elə səsini götürəndə adamda bir, səsini eşidəndə adamda bir assosiasiya yaranır ki, onun uşaqların üstündə, necə deyim, hökmranlığı var. Ayıbdır, yekə qadınsan, uşaq bunundur da, uşaq bu kişinin uşaqlarıdır. Hələ ev söhbəti gəlir. Sən niyə qoymursan ki, uşaqlarla? Heç başqa vaxtı, başqa məqamlarda sən qanundan, qanunun aliliyindən danışmırsan. İndi nə oldu uşaqları atası görmək üçün? Sən... Xanımsız, düzdürmü? Mən elə insanlara, hər qadına da xanım demək olmur, bu bir mənalıdır. Yəni, siz birinci məqama toxunmalıydınız, bilirsiniz harada? O xanımın qapısına, düşmənin də qapıya gəlsə, durub onu qarşılamalısan. Oturub orada, krisloda. İnsan dayanıb, sənin qapıya gəlib. Bir çay su təklif elə, nə olar? O da sənin övladın. Birinci onun mədəniyyətinə toxunmaq lazım idi ki, Azərbaycan qadınının mədəniyyəti belə olmalı deyil. Peyman, elə onun səsinə bax, bu insan Bakı şəhərindən sənin qapıya qonaq gəlib. Sənin gezinlərlə istənilən problemin ola bilər. İstənilən münaqişədə ola bilərsən. Amma sənin qapıya Bakı şəhərindən bir qonaq gəlib. Bu sənin televiziya əməkdaşıdır. Bu sənin qapına deyib gəlib. Sənə hörmətlə, etiqanla, ehtiramla gəlib qapını döyüb. Çıx ay bala, çıx ay bala. Budur mu Azərbaycan qadınının mədəniyyəti? Budur mu Azərbaycan qadınının milli mənəvi dəyərləri? Bunlar niyə görə belə insanlar mədəniyyəti qoydular ayaq altına, milli mənəvi dəyərləri qoydular ayaq altına? Hətta bayaq da qeyd elədim, o iki uşağı sənin evindən gətirməmişdi o Əlpənah. O Əlpənahındır, o Əlpənahın üzr istəyirəm. Tamaşaçılardan da belindən əmələ gələndir. Əlpənah bu gün də gedib istəsə, övlad dünyaya bəxş eləyə bilər. Amma o bugün balaları üçün faciə yaşayır qəlbində. Balaları üçün vuruşur, əlləşir. Gəlib Amir Xəlilinin verilişinə pənah gətirir ki. Peyman müəllim, acizliyi ondadır ki, sən elə qaynananı heç gərək qapıya qoymayaydın zamanında da indi... Nə danışsın, torpaq onun adındadır qaynananı. Əlpənah, götür mikrofonu. İndi qoş, Əlpənah. Qaynananın bir səsi var. Deməli, Əlpənahın hətta evi yanıb bu yaxınlarda. Sağ olsun, qonşular indi müsahibəsi hazır olsun. Amma qaynananın o səsini də saxlamışam əlimdə. Böyük iddiadır. Sən bilə-bilə deyir, evi yandırdı, alışdırdı. Sənin üçün deyil. Necə bir qaynana olub əvvəl sənə? Yaxın tut eşitək səsini. Belə, lap əvvəldən də elə-belə çox qarışırdı. Ailə işimə çox qarışırdı. Qarışırdı, Məlumdur da, qardaş, görünərkən də nə bələdsin? Qarışırdı. Məlumdur da. Yəni, doğrudan da qaynının borcuna görə sənin ailən dağıldı. Bəli. Mənim qaynım hətta ikinci səhərdir bu borca düşür. Birində 10 min idi, yoxsa 15 min idi. Qohum ağrəbə yığıldı, bağladı. Amma indi bunda 50 minə yaxındır, Amil müəllim. İndi Əlpənah'a deyir, təsəvvür elə ki, qaynı bu dəqiqə qonşulara zəng edir ki, heç kim ona dəstək olmasın, onsuz da o torpaq ev satılacaq. Xəzər vəkilimiz deyil, amma burada vəkillərimiz, hüquqşünaslarımız da bu barədə aydınlıq gətirəcək. Kifayət qədər mənim əlimdə, mən bu söz boş yerə demirəm. Sübutlar var ki, qonşular deyir, hara lazım şahid olacaq, ustanı da tapmışam, fəhləni də tapmışam. Eşq olsun, əsas usta ilə fəhlə dərsin. Əgər onlar şahid dursalar kifayət edir ki, çəkilmiş xərcin yarısını alacaqsan və səlam. Və istəyirsiniz o qonşuların qısa bir açıqlamasına ikili pəncərəmizdə baxaq, sonra bir mühüm açıqlamam olacaq və mənim indi burada deyəcəm sizə.
Elçin Ləmbərənski də yeri gəlmişkən bir videosu var. Gəlin bir o videoya baxaq. Atəş, imkan daxilində onu təqdim edin. Hələ o da hər adamın tərəfində olmaz. Xasiyyətini bilirik. Amma görün o bu məsələ ilə bağlı nələri danışıb. Bir baxaq. Əlpənahın qoyunçususunuz. Nə deyə bilərsiniz bu baş verənlər barədə? Sonra bu süjetə keçərik. Elçin Ləmbərənskini təqdim edək. Qardaşıma müraciət eləmək istəyirəm. Düzdür, bu qardaşı çığırmağına görə gülüş obyektinə çevirib bizim bəzi qanmazlar. Amma nə olar bu qardaşı qoru. Mən şəxsən bu oğlanı tanıyıram. Bakının Məhəmmədli kəndində yaşayır. 1001 zülümlə ev tikmişdi, fəhləliklə, onun bunun qapısına sıvaq çəyməklə. Sonra müəyyən problemlər yarandı, sonra ev alışdı, qəfilcən yandı, təzəndən oradan borc, buradan borc, ondan kömək, bundan kömək. Bu adam o evi bərpa elədi. Bu adam bilirsən niyə alışıb yanır, qardaş? Bu adama dağ çəkiblər. Amil Xəlil, sənə müraciət edirəm, mənim qaqam. Kömək elə bu qardaşa. Bu gün buna lağ eləyənlər bu adamın nələr çəkdiyini bilmirlər. Alışıb yanır bu adam. Tanıyıram mən bu adamı. Elçin kimi deyirəm, bu adam saf adamdır. Arxasında durun. Buradan Amil Xəlil qardaşıma müraciət eləmək istəyirəm. Təşəkkür edirəm Elçin qardaşa da. O da belə bu qardaşa dəstək verir. Belə ardınca qonşuların da bir açıqlamasına baxın, zəhmət olmasın. Çünki vəkillərimizə bir ona görə və mən inanıram ki, biz elə bu işdə qalib gələcəyik. Baxaq qonşuların açıqlamasına qısa. Əlpənahın qoyunçususunuz. Nə deyə bilərsiniz bu baş verənlər barədə? Mən bu baş verənlər haqqında demək istəyərdim ki, bunlar bir kasıb ailədilər. Yəni həmişə burada yaşayan, fəhləliklə, zəhmətlə dolanan bir oğlandır. Hamımız onu tanıyırıq, yəni xətrin hamımız istəyirik. Evi qəfildən yandı bu adamın. İçindən heç bir şey çıxartmadı. Mən bütün qonşular kimi mən də gəldim, yardım əlimi uzatdım, pul da verdim, pal-paltar da verdim. Bunu zəhmətkeş bir oğlan kimi hamımız tanıyır. Bu evin tikilməsində də o özü fəhləliklə, zulümlə gözümüzün qabağında bu evi tikdiribdi. Hamı da bütün qonşularda yardım edib. Kimi pataloğuna kömək eləyib, kimi qapılarına kömək eləyib, kimi ustadır, heç bir şey almayıbdı, gəlib onun evinin polunu vurub, pataloğunu vurubdu. Burada mağazində işləyən oğlan var, produktunu veribdi. Bax, burada bir qonşum var, aylarla onu evində saxlayıbdı ki, evi nə vaxt düzələr, onda köçər. Hamımız buna belə kömək eləmişik. Mən münaqişənin həlli yolları qutarmış bir xanım kimi heç vaxt istəmərəm ki, ailələrdə münaqişə ola, ev dağıla, ailə dağıla. Təbii ki, hamının ailəsində söz-söhbət olur. Bu ailənin dağılmasın, yəni oğlan tərəfdə, qız tərəfdə bərpa eləməlidir ki, bu ortada iki dənə körpü uşaq var. Qız var, oğlan var. Bunları bir yerə yığışdırmaq lazımdır. Bir yerə yığmaq lazım ki, ailə dağılmasın. Hamıdır. Bundan da böyük problemlər olur. And olsun Allah'a, onun bir ev yandı, onun bir şalvarı olmadı. Bax, mən şahidiyəm onu. Bir ay qaldı qonşum burada, Rahim var. Allah kömək olsun. Bax, Allah haqqı, mən özüm şahidiyəm hamısının. Onun evində qaldı, ailəsi, uşağı. Burada Elşan var, mağazində işləyir. Evinə produkt verdi. Burada qonşular var, onun xətrini istəyən yoldaşlar var. Yəni, hamımız bilik, əlinin qabarı ilə dolanmış bir adamdır. Yəni, haqsızlıq olmaz da, bu qədər də haqsızlıq olmaz. Zədə alıbdı, əyağı qafqara qantujnudur, elə əyağı qanqera alıbdı. Nə gündədir. Mən bir qadın kimi, bir insan kimi, bir qonşu kimi, valla, birinci mən bu evin, ailənin dağılmasının istəmərəm ki, dağılsın. Yəni, böyüklük eləyib bu ailəni bir yerə yıxsaq, mən çox sevinərəm. Evində dəstək olmuşam, ailəsi bizdə qalıb, elə bir yoldaşı, uşaqları mənəm yaşayıblar. 25 gün bizdə qalıb, evi yananda qonum qoşu köməklik edib, pul veriblər. Bir otağın remontunu, artısmanın, şpalhovka opşisin, hər şeyi mən almışam özüm, pəncərəsinəcən. Dostum Elşəndir, Meytidir, qoşulardır, köməklik ediblər, yeməyinəcən. Xeyr, ədələsi eləyən oğlan deyir o, məhəllədə hamı tanıyır, fəhlə babadır. Mən günahı elə bir... Qonşular da elə danışsınlar, hər birinə təşəkkür edirəm və hər biri deyir ki, ev yananda görsə özü tikmişdi, amma ev yananda da biz dəstək verdik. Buyurun, hüquqşünaslarımızdan xahiş edirəm, bir qoşulsunlar bu söhbətə. Seymurla bağlı çox bizim məqamlar gəlir. Bizə bu formada müraciət edənlər çoxdur, Amil müəllim. Və bu işi, belə deyək də, öz xeyrimizə həll etməyin bir dənə yolları, əsas yolu odur ki,
usta və fəhlə, yəni o işi icra edən adam kimdirsə, Oradadılar da, onlardı. onlar şahid duracaq məhkəmədə və deyəcək ki, həqiqətən pulu bizə əlpənah verib, Və qadının da buradakı etirafını verərəm. O etiraf da təbii ki, sübutdur. Yəni o formada ki, bu kişinin belə çəkdiyi xərcin Ailə Məcəlləsi 32-ci maddə var, deyir ki, bərabərdə ümumi əmlakdır. Ona görə də çəkdiyi xərcin yarısını ala bilər. Yəni qanunverici ona icazə verir. Amma bu adam nə deyir? Davam edir. Ümumiyyətlə satılması, mən başa düşürəm. Deyir satılmasın, aliment əvəzi laf getsin. Amma indi bir şey də var da, o aliment əvəzi o zaman ola bilər ki, bu artıq bu sübuta yetib ki, bu kişinin xərcidir. Ondan sonra bəli, aliment məsələsi deyə bilər ki, əvəzləşdirirəm, bir belə məbləğ, gəlin hesablayaq. Amma bəs burada bir vicdanı addım. Ruslan bəy, sizdən də fikir alım, sonra digər ekspertlərə keçəcəyik. Yəni, bu qədər də ədalətsizlik. Burada mən belə başa düşdüm ki, torpaq sahəsi qaynananın adında. Yəni, burada Əlpənah, götür mikrofonu. Hal-hazırda yarısı yox, məncə o tam... Mən başa düşürəm. İndi bir dəqiqə bir dənə deyim, Ruslan müəllim gözəl nöqtəyə toxunur, Amil müəllim. Əgər yer, torpaq, tutaq ki, sizin də başqa bir adam, mənim arvadımın deyilsə, mən o pulu tam ala bilərəm. Amma yenə də həyat yoldaşımın olduğuna görə yarısı, nəticədə yenə də həyat yoldaşı deyil, yenə də yarısını verəsi olacam. Ona görə bu başdan deyirəm ki, ona ən yaxşı halda çatacaq o çəkdiyi xərcin yarısı. Amma iddiada, əzizim iddiada, onu da sizə deyim, birdən indi biz olmayaq, başqasına müraciət edə bilərsiniz, hər şey ola bilər. İddiada mütləq qaynanavız cavabdeh olacaq, çünki torpaq onundur və pulu da tam istəyəcəksiniz ki, mən tutaq ki, 50 min oyva xərc çəkmişəm, xahiş edirəm, mənim pulumu ondan geri alasınız. Vəssalam. Amma bu, bəli. Burada Tağ mənim düzgün vurğuladı. Əsas o həmən əmlakın sizin tərəfinizdən tikilməyi, sizin tərəfindən vəsait qoyulması ən başlıca amildir. Ona görə birinci onu sübut edə bilsəz, o məbləğ filan onlar hamısı məhkəmə ekspertizə təyin olacaq, ona qiymət qoyulacaq və yekunda da əgər bunlar sübutu yetirilsə ki, həmən o əmlakı qaynananız yox, siz onu tikmişsiniz, inşa eləmişsiniz və təmir eləmişsiniz. Onda nəticədə məhkəmə sizin xeyrinizə qərar qəbul edəcək. Aydın, bu hüquqi tərəfləri. Amma bu Əlipənaha da istəyirəm digər ekspertlərlə bərabər insani, mənəvi tərəfi var ki, bu adam ailəsinin dağılmağını istəmir. Bu gün də istəyirsən ki, ailən bərpa olsun, hə Əlipənaha? Mən əslində tam ümidli olmasın, amma çox hörmətli şəxslərdən biri də deyir ki, mən də danışmaq istəyirəm, deyirəm, hələ tələsməyək. Amma sən bir cinayət səslənin də, bir daha səslənin Əlipənaha. Bir daha ürəklə, balalarına xatir. Yəni, mən səhvim olsa, mən ondan özür istəyərəm. Mənim səhvimdir. Bə, yenə deyirəm, Amil müəllim. Səhv onun qardaşının səhvidir. Günahı demək istəyərəm, ortada 2 dənə uşaq var da. Və bu nəslə demək lazımdır ki, o cinayət ortada 2 dənə uşaq var. Mən istəmirəm uşaqlarım mənə. Yəni, bu günahdır, Allahdan qorxmurlar mı? Ailənin dağılmasına səbəb, əsas səbəb bu torpaqdır. Qayını borcu var, deyiblər evi sataq, verək qardaşının borcuna, qız deyib. Əlpənah razı olmayıb. Qız düz eləməyib, bax, qız öz yuvasını necə da, qaynının borcu var, qaynı geçsin, zəhmət çəksin. Birincisi, niyə borcu var, onu araşdırmaq lazımdır. İkincisi, borcu var, bunu zəhmət çəksin, anası aparsın, ödəsin. Nə bilim, başqa... Bu adamın istəyi ailəsini bərpa eləmək. Yuvanı niyə dağıdırsan? İnsandan ədalət gözləmək, qısır insandan uşaq gözləməyə bənzəyər. Yəni, bugünkü günü o insanlarda ədalət hissi yoxdur. İnsanlıq hissi tapdaq altındadır bu günləri ki, 2 körpə uşağı gözü yaşlı qoyub, ata həsrətində yaşadırlar. Bu insanlarda necə hisslər ola bilər, insani hisslər ola bilər. Görünür, o qadının bu ailəni elə idarə eləyən həmin qaynanadır, qayındır. Çünki əgər bunların bir ailə özlərinin, ər-arvad, özləri öz evlərini idarə eləsəydilər, qaynana o cəsarəti tapıb, müdaxilə eləyib, onun evinin satılmasını tələb eləməz. Onlara bilirsiniz necə yezinə lazım idi? Zəiflik Əlipənahın özündədir. Özündə də zəiflik var, bir kişi kimi. Yəni, necə, mən bütün hadisələrdə, bütün gördüyüm hadisələrdə tez öz ailəmi gətirirəm gözümün önünə ki, məsəl üçün, evimdə hər hansı bir hadisə baş verirsə, necə mənim ailəmə kimsə kənardan müdaxilə eləyə bilər və bu, bir mənalı şəkildə bu mümkün deyil. Bunu ancaq ər və arvad məsləhət şəklində əgər nəsə kömək eləyirsə, o da ev yox. Başqa formada. Aydındır. Başqa formada. Əlavəniz var? Bu deyir ki, bağışım təzdən, amma bu ailədən ailə olmayacaq. Bu deyir, onda evi verim çıxım da, satmasınlar. Yox, ən savunmatı neynəsin ki, o uşaq vaxt təzdən yanında olsun. Məhkəmə yolunu o evi satdırmaq, pulu götürsün özünə, ondan sonra o qaynana uşaqları saxlamayacaq. Deyəcəklər, get dədövün yanına. Bilən ki, çıxıb getsin,
Ya harici geçsin, orada işləmə, uşaq var, gəlib səni geçirəcək, gəlib səni tapacaqlar. Nə işləyəcəklər, bu nə deyirsək? Azərbaycan dilində yeganə sözdür ki, bu söz. Yəni, 5 dil bilir, rus dili, ingilis dili, bu doktor kimi. Nə dili bilsən dil, hətta sən rus dilində danışırsan arada, bir tək o sözdür, dədöyün yanı o dəyişmir də. Onun nə tərcüməsi yoxdur, nə alternativi yoxdur. Yəni kim gəlib Avropadan, kim gəlib rus dilli, o dədöyün sözü olur da. Danışı deyir, dədöyün, dədöyün. Yəni o sözün alternativi yoxdur. Bir də Amil bənim, o uşaqlar biraz ağılları kəssin, vallah, billah, onlar gəlib səni tapacaqlar. İnşallah. Atalarını tapacaqlar. Onlara aydın kimi gezinə lazım idi ki, 3 övladın açsın. Bu günləri onlara aydın kimi gezinə lazım idi. Bax, bu günləri o insan üçün maraqlı deyil. Onların vayına oturardım mən, hamısının. Niyə? Neyin edəcəm? Mən başıma o iş gəlsəydi... Deyər, onların öhdəsindən gələrdim də vayına oturardım. Qarda, sən 3 uşağın öhdəsindən gəlib burada otura bilmirsən. Onların nəslini eksküvatından çürüyərdim. Sənin elə özünə sual verən lazımdır. 3 uşağı niyə atmısan? O əxlaqsızlıq elədi, əcəb elədi. Sən ailəni ata bilərsən, ailədən boşana bilərsən, 3 övladından boşana bilmərsən. Evdə qadın O uşağı sənə müqavilə bağlamamışdı ki, dünyaya bəxş eləmişdi. Canın çıxsın axıra qədər saxla. Başına dönüm. Sən düşünmürsən ki, sən bu belin tutulmağı, ağrımağı, uşaqları cettom atmağın nəticəsidir. Yox, cəbhədə olmuşam, mən özüm snaperist olmuşam. Və deyirsən ki, mən o vaxtın işdən müdaxilə eləyim. Məşhur snaperist olmuşam. Mənə də yapışımsa ki, o vaxtın işdən müdaxilə. O çöllərdə torpaqda yata-yat oldum, mən belə. Bir dəqiqə, valla, keçən verilişdə dedim, nə olar, bir dənə, biraz başqa cür danışaq. Adam hüquqi savadı yoxdur, adam bilmir ki, təkdir də, deyir ki, mən işləməliyəm ki, uşaqlara yemək. 3 dənə uşaq əkə biliriz, hüquqi savadı ona nə qəti var? Qardaş, bir dəqiqə qulaq asın da. Ana həyatda səhv addım atdım. Və son dirəm də. Və son dirəm. Bazar günü götsün, uşaqlara baxsın. Ona heç kim deməyib ki, apar bunları internetə. Bacarmır adam, savadı yoxdur. Bunu ləğv eləməkdən. Nə söz verəcəm? Tağı mənim mükəmməlliyindən bunu ləğv eləyəcəm. Bir dəqiqə də, bir dəqiqə gözlüyün, sosial verilişlərə baxanda hər yanda eşidir ki, sığınacaq. Sığınacaq. O da elə bilir ki, internet yoxdur, ancaq sığınacaq var. Ona biri başa salsaydı ki, apar 3 dənə uşağı və interneta qoy, işdə normal imkanın olsun, lap evdən təzə həyat yoldaşı var da denən ki, 3 dənə uşağım var, onu da gətirəcəm. İş belə olmalıdır. Qapını bağlayıb uşaqları tullasın evə, geçsin işləməyə ki, sizə yemək gətirirəm. Elə şey olur. Kim baxacaq uşaqlara? Heç sürə mümkün deyil. Ay qardaş, deyirəm ki, bir dəqiqə, siz deyirsiniz ki, başa düşünün. Mən nə bilim, anasını. Deyirsiniz ki, uşağın böyründə otur, uşağın böyründə otur. Bəs bunun yeməyini kim alsın? Bəs bunun yeməyini kim alsın? Qardaş, arvad almaq istəyir, ha, qurban sənə, tanıməli. Arvad almaq istəyir, bu uşaqlarına baxsın. Ay qardaş, arvad alır ki, bu uşağa baxsın da. Ay qardaş, öz kefi için alır, şəhvət istəyirsin. Bu qədər sadəlıq olmuyor. Şəhvət öldürməyə minlər şey var ki, elə evlənsin onu. Qardaş, elə onun için eləyim ya. Yox, təzə gətirən arvaddan bir də uşaq peyda almasın. Qardaş, uşağa baxmaq üçün evlənməzdir bu adam. Şəhvət öldürməyə 100 dənə yol var. Qardaş, bu 3 dənə uşağına baxmayan ata, bu təzə arvadda dünyaya gələn uşağa baxacaq. Mən uşağı atıram, deyir ki, mən evlənirəm, uşağıma baxsın. Aydın səsin bura verin, eşdim. Baxırsan, sənə düz deyirsən, 3 uşaq var. Ev idarə eləyən. Ay qardaş, bir dəqiqəyi. Mən kefə qalsa, çöllər. Dəyərlərdən söhbət eləyə bilmərsən. Kefə qalsa dolu deyil bunun işi. Mən almaq astım. Maşallah olsun, bahalı telefon işlədirsən, ha. O telefonu sat, bir baxıcı tut. O 3 uşaq o evin içində baxsın, arvad almaq əvəzinə. Gəlib burada oturmuşsan, deyirsən ki, mən evlənmək istəyirəm. Elə baxıcı tut 300 manata. O 3 uşaq o baxsın da evin içində. Niyə arvad? Mənə mədəni qadın lazımdır. Abırlı həyalı. Əsr Azərbaycan qadın lazımdır. Biz hamımız susaq, özün danış. Düzünü də niyə evlənməyəsən? Bir dəqiqə də, qardaş, xorma müəllim, nə danışırsan? Özün denən görüm niyə evlənməyəsən? Tağ müəllim, xahiş edirəm. Balana qurbanım, bunu ləğv eləyərsiniz. Göstərmə bizə, niyə evlənmək istəyirsən? Uşaqları evə gətirməkdən ötərə evlənmək istəyirəm. Ki, qadın uşaqlara baxır. Bu qadın siz evə gətirə bilmirsə? Mümkün deyil, evdə xəstə kişi var. Baxıcı tutsun. Nə baxacaq? Qardaş, o öz eşki için gətirir. Yox, səbsiniz. Yaxşı, kimin nəslində elə bir qız var ki, uşağa gəlib yox, baxıcıya əlavə 500-600 manat, 700 manat pul verir, bu yetimə maaş istəyir. Gələn arvad da deyəcək birini doğum, yaxşı da, sən Allahdan nə olar ki? Niyə? Gələn adam özünkindən baxacaq, bu uşaq qalacaq qıraqda. Sağlıq belə qəşəng baxırlar, yox. İndi sadəlıq olmuyor. Qardaş, gündən cəmaatın həyatını bəd gətirməyin. Gündə rastlaşmadığınız hadisələr yoxdur, Tağı müəllim. Ya siz məni
özünüz məqsədli şəkildə çilədən çıxarmağa çalışırsınız, ya da Doğru ki, deyil. hadisələri belə biganə yanaşırsınız. Bax, bax, çıx, versin Amir müəllim. Hökumət Amir müəllim. baxır, Dedim, keçən verilişdə bazar dedim. gündə Amir müəllim, gedək çəkiliş yapar Onu evdə. deyilən bir axı. Keçən- 6 baza uşaq var. Mən ona Hə, keçən hə, veriş hə, dedim ki, hə, apar hə, interneta qoy onda. Bu bilmir də savadı Hə, yox. çox yaxşı Qardaş, bilirəm. internetin olduğunu bilirsən? Apardım, Xoşqədəm xanımın vasitəsilə verdim. Hadi sığınacağa ver. Ben söz seni bir sen Sığınacaq, sənə internet var, dövlət müəssisəsidir. İnternetdə baxırlar da, o da İnsanlara ona görə Azad uşağını götürsən özünə sağ. İnsanlara ona Nərminə görə əsəb müəllimə, yarattın Nərminə ki, müəllimə baxır. Sən Bir bax bura nömrəli. gəldin dedin ki, mən Bir nömrəli boşanıb uşaq- evlənmək istəyirəm, amma üç uşağım hələ sığınacaqdır. Bu Bəli. insanlarda qızıq yaradır. O cümlə Zülfiyə xanım şoka düşüb bayaqdandan. Mən şoka düşmüşəm deyəndə birinci o sən deyirsən ki uşaqlara bax o deyəsən heç ayaq üstə dayana bilmir. O necə işləyəcək, harda işləyəcək. Belim ağrıyır. Nəyin tutub? Belim. İkinci. Elində. Qalxa bilmirsən. Ay yetim o arvadı hara gətirirsən onu da sən zalim. Ay sağ ol. Bu necə baxacaq? Uşağa necə baxacaq? Bıçaqda o tel tutdu. Ay, somsa biabır eləmə biz. Otur aç. Həkim Sən o- ayaq üstə duramırsan. Həkim mən o Ay aydın, sən bu iç fasonla, bu ağrılarla arvada necə baxacaqsan? başına dön. Mən o cəbhələr edim. Arvad baxsın, arvad gəlsin o uşağa Mən baxsın. xəstə deyiləm. Arvad sənin qulluğunda Mən dursun. xəstə deyiləm, Arvad bu hələ keçici özü də birində oxusun. Bu yetimin balasını ağaracaq ki. Keçicidir. Xəstə deyiləm mən. Allah Gəlib hər yarağın, qalıb saqqal darağın. Elə burada belə deyirlər də qardaş. Elədir. O cəbhələrdə siz də olsanız mən günə düşərdiniz. Düşmən üzərinə hücuma keçirdin. 3 dənə uşaq Mən həkimisən. məşhur sapirçiyəm. Mənəm deyən polkovnik minlik üstünü qura bilmir. Mənə deyirsən ki, cəbhələrdə vuruşsaydı. Ay kişi, bunun müvəqqəti beli tutub da. Yəni Türkan sənin üçün sadəcə həqiqətən vaxtım çatmayacaq, amma burada Əfqan Vüqar bəyi sədr həyətdə 2-3 mağazası var. Mən gözləmirdim gəlməyini, indi deyirlər gəlib. Əfqan Məmmədov buradadır. Əfqan bəy, bir qalxın sizi göstərək, amma sabah sizlə başlayacağım. O da sən yox, Əfqan sən. Əfqan bəy küçələrə atılıb desək elə sözün düzü olar. Amma Əfqan bəy indiyə kimi harada qalıb, nə baş verib bu kişinin bu məsələsi saba biləcəksiniz. Ətraflı müsahibəsi də var, süjetdə var. Əli Pənahla bağlı qaynanası və Günay. Günay, gəlin sülhlə həll edək. Amma Seymurla bağlı bir neçə dəqiqən qalıb. Bunu deməsəm ayıb olar tamaşaçılardan. Burasını səsləndirəcəm. Adım çəkilməsin, amma dediklərimi harada lazımdır deyə bilərəm. Seymur öldürmək üçün hazırlanan silah Winchester olub. Əslində, belə bir iddia gəlib. Onu qruplaşma şəklində öldürüblər. Qabil iddia belədir, sifariş edib. Hər şey, yəni sizin iddialarınız əsasında bu da gəlib. Yəni bu iddiadır, vətəndaşdan gələn, bu cür deyirəm. Yeri gəlmişə, bunlar 8 qardaşdır. 6. Nəsə bunlar haqqında dəhşətli bir iki səs yazısı gəldi. Deyirlər, biz də efirə çıxmaq istəyirik. Onlar deyir, bizə olmazın işgəncələrini verən adamlar var. Əgər Cabirdən xəbər çıxmasa, mən onları efirə çağıracağım. Bundan başqa Elnur. Çoban kimdir? Çoban adı bilinmir. Var, Çoban söhbəti eşitmişsiniz. Bu Çoban haqqında nəsə böyük bir yazı gəlib bura. Bax, indi onunla bağlı yazılar gəlib. Xan Murad kimdir? Xan Murad var burada. Sonra Qadir kimdir? Qədir. Silahın yəsi. Aslan özü də Rusiyada deyir adam öldürüb. Böyük bir iddialar gəlib. Bu böyük bir iddiadır. Böyük bir yazı yazıb. Sabah dedi efirə qoşularam. Amma bir şəhid olacaq onun efirə qoşulmağını sabah deyəcəm. Sabah dəhşətlər var. Salamat qalın.